Bülbüllər oturub yan-yana yenə. Hər vaxtınız xeyir olsun. Xoş gördük sizləri. Salamlayırıq. Həmişə sizlər gələsiniz. Ekspertləri də salamlayırıq. Ruslan müəllim bir 10 gün idi yox idi aramızda. Ruslan müəllim başda olmaqla hər birinizi, Fatimə xanım, Səadət xanım, Peyman bəy və digər qonaqlarımız da olacaq. Bugün çox mühüm məsələlərin, çox mühüm anların şahidi olacaqsınız. Hər gün olduğu kimi. Bugün dəhşətə gələcəksiniz. Gəl danışda, belə 15 dəqiqə reklamdan da sonra olsa biz başlasaq, yenə də biz tamaşaçılarımızla bərabər bir yerə gəlirik və biz bilirik bugün nələrin dəhşətini yaşayacağımızı. Ötən gün verilişimizdə, elə istəyirəm vaxt itirmədən bir xatırlatma təqdim edəcəm. Nələr baş vermişdi studiyada? Başda dedi Fatimə xanım, əsərin qəhrəmanı. Burada biz barışığa nail olduq və tamaşaçılara təşəkkür edirəm ki, böyük təşəkkürlər gəldi bizə. Amma bir-iki ekspertlərdən, onlardan da biri Fatimə xanım idi ki, qarşı idi bu barışığa. Çünki 50 ilin ailəsinə gedirdi söhbət. Gəlin kili pəncərədə bir... Hələ tamaşaçılar baxsın. Cam tamaşaçılar baxmağından deyirəm. Məni yolda, görən zaman insanlar mənə nə qədər haqlı olduğumu bildirir. İndi biləcəyik nələrin baş verdiyini. Amma bir xatırlatmaya baxaq zəhmət olmasa bir ikili pəncərədə söhbət Camalxan bəy və Validə xanımdan gedir. Baxaq. Camalxan dayı, nə deyirsən baş verənlərə? Fikirlərini dedi, bayırı bu dəfə danış. O gün orada coşurdu. Mən hamısını baxışlayıram. Baxışlayıram mən hamısını, üzr istəyirəm. Bu yaşımda əybi yoxdur. Üzr istəyirəm deyir. Valla. Özümə söz verirəm ki, ola bilməz bundan sonra məndə. Valla bu xanıma ekspert çıxartmaq lazımdır. Amil bəy, o gəlin nə qədər o evdədir, o həyətdədir, öz ailəsi ilə. Bu ər-arvad arasında yenə də söz-söhbət olacaq, münaqişələr olacaq. Mən nəyi, bir dəqiqə o sözümü deyim sonra. Mən nəyi məsləhət görürəm? O gəlinə laf kömək eləyin, bir valideyn olaraq. Onu o həyətdən çıxarın, ayrı yaşayın ondan. 8 uşaqla harada yaşasın? Ya da bunlar çıxsın. Evin kişisi sizdə o gəlindi. Yenə də bu Camalxanı da sizi də yenə öz istədiyi kimi indi barışdırır. Lazım gəlində yenə Camalxanı yaxasından tutub atacaq çölə. Xanım, yox buradan belə oturmağına baxma, o bax belə kişidir. Ay qadın, ay xanım, ay ana. Hər ailədə Yox, bir problem var. saniyə qoy sözümü deyim də. Belə bomba kişini niyə vermişdin gəlin ayağına? Hər ailədə söz var. Bəli, tamamilə sizi dəstəkləyirəm. Mən sözsüz görəcəm. Mən dəstəkləyirəm Validə xanımı. Çox dəstəkləyirəm. Allah'ın olsun, mən hər şey öz yerində bilən Sizin qadınam. onu bilirəm ki, sizin ipinizin üstünə odun sərmək olmaz. Baxın, ev torpaq sənin adınaydı, ona görə indi sənin yanıma gəliblər. Sən oraya gedəcəksən, hamısını əlindən alacaqsan, ondan sonra özverə bir təp vuracaq. İlahi xan, buyurun. Tərəfdarı deyiləm ki, barışmasınlar falan. Barışsınlar, amma 6 ay vaxt verirəm o ailəyə. Hətta. Bəli. Ən uzağı. Eyni dava dalaşlar olacaq. Eyni söz-söhbətlər. Olar mən danışım. Olar mən danışım. Olar mən danışım xanım. Çox gözəl dedi onu. Hamı hörmətini saxlayacaq. Valla mən gəlininizin çıxışını 2 dəqiqə izlədim burada. O ailədəki o gəlin var və o ailədəki ata ona maşennik deyir, buna nə bilim şərxatacı deyir, nə deyirsə, yəni bu sözlər artıq bir-birinə qarşı istifadə olunubsa və bu ailədən ailə olmayacaq dedilər. Mən tamaşaçılarımıza dərin təşəkkürümü bildirirəm ki, dəstərinə görə, amma nə baş verdi? Verilişdən sonra gəlin gəldi studiyamıza. Çünki biz 50 ilin ailəsi idi. Məsələ nə idi? Deyirdilər ki, Camalxan içi dava salır. Xanım da hətta ondan öncəki günlərdə burada qırğın elədi ki, mümkün deyil, mən barışmaram, qoy bu 50 ilin ailəsi dağılsın və s. Amma bu barışıq olsa da gəlin gəldi. Mən birazdan təqdim edəcəm. İstəyirəm ki, o səssiz olaraq ikili pəncərədə Rauf təqdim edin gəlini, amma açmırıq hələ səsi. Bu gəlin söhbət afətdən gedir. Elə afət studiyamıza gəldi. Nələr baş verdi? İnanılmaz məqamların şahidi olduq. Afət bizə hansı görüntüləri verdi? Nələri verdi? Gedişatda biləcəksiniz. Bir neçə dəqiqədən sonra təbii ki, bax, Afət burada əsəbi nələri danışdı? Əminəm hamınız dəhşətə gələcəksiniz. Təbriz də buradadır. Təbrizi göstərək zəhmət olmasa. DNT analizi üçün, qızın adı nə idi? Gülər. Gülər xanım və onun görək ağsaqqallarından kim bugün reaksiya verəcək və deyir ki, mən DNT analizi tələb edirəm balaca övladım üçün. Bizdə bu baş tutacaqsa 7-ci DNT analizi olacaq və nə üçün bu addım atır? Bugün o da danışacaq. Amidin ölümü ilə bağlı isə onu da deyək ki, görüntülər var əlimizdə.
Amir ölüb yoxsa öldürülüb, maddə içərək Ruslan bəy intihar edib, belədir rəsmi. Amma ailəsi deyir ki, xeyr, baxmayaraq bizi danışdırmırdı, baxmayaraq bizi saymırdı. Amma mən oğlumun öldürüldüyünü düşünürəm. Halbuki səs yazıları və görüntülər var. Nələr baş verir? Niyə bu ailə bu iddialardadır? Gedişatda təbii ki, biləcəksiniz. 070 ilə də 653 48 69-da ixtiyarınızdadır. Qısa bir ara veririk. Qısa aradan sonra çox mühüm, bax bu studiyada növbəti dəhşətli anların şahidi olacaqsınız. Mən istəyirəm ki, Gülər xanım və onun atasının adı nədir? Hüseyin bəy, ortaya çıxın, demirik bura gəlin. Ən azından böyük bir iddia var. Bu iddiadan qaçmaq, çəkinmək rəzalət olar. Demirəm ki, efirə gəlin. Amma addım atın ki, biz məhkəmə olmadan, biri var məhkəmə olsun, bir ay uzansın, bir də var məhkəmə olmadan alına açıq formada bu analizə gedək. Qısa bir ara veririk, çox qısa qaydırıq. Amil Xəlilin araşdırması ilə yayımlanan Gəl Danış verilişi reklamlardan sonra davam edəcək. Verilişin sponsorları Azər Hüquq Mərkəzi, Hüquqi Xidmətlər Bürosu, Alqoloq Zaur İsmailov. Həyatınızı ağrılar yox, siz idarə edin. Davam eləyək. Çox mühüm məsələlər var. Rauf bəy, siz baxmadınız və sizə göndərdiklərimə. Necə? (070-dən 653 48 69). Dediyim kimi, mən istəyirəm Camalxan bəy məsələsi ilə bağlı danışım və studiyamıza gəldi onun gəlini. Gəlin, ikili pəncərədə. O gəlin, sizi axtarmırdı. Mən Ruslan bəydən soruşum bir bəy olaraq, 50 ilin ailəsinin barışmağına necə baxır? Əgər bu ailədə hər gün söz-söhbətdirsə, barışa bilməzdilərmi? Mən ümumiyyətlə barışmağa hər zaman yaxşı baxıram. Fərq etməz neçə ilin ailəsidir. Barışıq varsa, bağışlama varsa, mən hesab edirəm ki, bu... Siz bilmirsiniz məzun. Mən bilmirəm, amma hər bir halda mən barışın tərəfdarıyam. Yaxşı, bir sual verim. Əgər bir ailədə 14 yaşında bir qızı qaçırdıb, gətirib, onu hamilə ediblərsə, bu cinayət işi deyil. Ay qardaş, söhbət o deyil. Nə idi məsələ? 14 yaşlı oğlan, 14 yaşlı qızı qaçırdı. Bunun tərəflərini Daxili İşlər Nazirliyinə vermişik. Bu məsələni qoyduq da biz kənara. Bizdə indi lazım olan digər məsələ odur ki, bu ailənin barışını sən buna qarşısın. Qoy mən izah etsən düzgün. Cüzsan mən burada nədir söhbət? Düzgün izah eləmədim. Deməli, öz tərəfindən, hansı tərəf sənə sərf verir, oradan izah elədim. İndi mən deyim, deməli, Ruslan müəllim, bu ailədə bu kişini heç nə eləyiblər. Kişi ailədə kişi deyil. Ailədə kişi evin gəlinidir. İndi burada Məhəbbət xanım kişiyə dedi ki, onlar ki səni belə eləyiblər. Mən sənin torpaq sənin adına, ev sənin adına, hər şeyi sənin adına keçirdəcəm və onları evdən qovalayarsan. Və üstündən bir gün keçəndən sonra o kişini it yerinə saymayan qadın gəldi, oturdu burada arvadı. Dedi ki, bəs bilirsiniz nə var? Mənim ərimdir, belə bax, belə vışşı da kişidir, mənim də yanımda oturub. Niyə? Çünki hər şey onun adınaydı. Barışıq da bundan irəli gəldi. Baxın, mən bir məsələ deyim. Demək ki, biz burada subyektiv qiymətləndirmə aparırıq da. Biz deyirik ki, o kişi evin kişisi deyil, evin gəlini deyil. Onu biz necə qiymətləndiririk? Kim qiymətlendirir? Kim qiymət qoydu onu? Bəlkə o kişi özünü evində, kişinin evinin ağası sayır özünü. Yox, indi biz onu, mən görməmişəm. Burada gəlin nələr deyir? Mən görməmişəm. Mən sadəcə olaraq onu demək istəyirəm ki, indi biz kənardan çox qiymət verə bilərik, amma şəxs ola bilsin ki, o ailədə xoşbəxt. Bəlkə buna belə sərf edir. Ruslan müəllim, evdə xoşbəxt olanda evini yandırırmı arvad uşağı evdə olanda? O başqa məsələdir. Yandırma məsələsinə gələcəm. Bax, gəlinin açıqlamasına istəyirəm, baxaq. Gəlin ikili pəncərəmizdə, gəlin bura gəldi, Afət və oğlu Ariflə bərabər gəldilər. Görün, nələr danışdılar.
veribsə sən yemək, lazım. Deyir, sən nə var, Allah kömək istəmirəm, onu da istəmirəm. Mənə bax, əgər 200 manat mənim uşağımın pulunu veribsə, sən onu kəsə bilməz. Əgər 100 manat verirsə, Allah halal xoşunuz, götür, lazım gəlmir. Mənim evimə də bir dənə çöp alınmırsan. Eşitdin, gəldim alsa, onu birbaşa atacaq pullayacaq. Bəs bunların barışığına nə deyirsən? Göstər Arifə. Mən əvvəldən bununla belə necə olacaq onların vəziyyətim, mən oradan qol qoymuram. Özləri bilərlər. Kimdən qalacaq onlar? Kimdən qalacaq? Sən də artıq da yaxın gəlməyəcək. Yox. Sən qaynananın tərəfindəydin də. Mən də tərəfindəydim. O gəldi barışdılar, amillər, məsələ. Barışdılar, dedim ki, yazıqdır, küçələrdə qalır. Getdim öz maşını da taksi ilə, vurdum taksiyə, getdim. Getdim, qoydum, dedim, içməyəsə, yalvardı ki, qurbanın başına dönüm, bir qələt elədim, ora çıxdım. Dedim, çıxdım, yaxşı elədim. Mənim uşağımı biabır elədim. Dedi ki, içmirəm. Mən gəldim işə, yoldaşım gəldi, uşaqlar dedi ki, babam içir. O içkini atmayacaq. İçkidir, yaxşı elib içir. Gəl gör, mənim pilləkəmlə yuxarı qalxmış olsa, aminlə. Mən onların ikisini neynəyəcəm, mən qadınlığını mən qoymayacam. Mən biabır olmuşam. Bu da deyirəm üzünə bax, deyirəm bu boyda millətin içində. Atoğlanova yaxın durmuş olsa, sən də atonla bir yerdə çıxarsan orada. Ondan sonra əlaqə gözmüşəm də, mən nə qədər yaşayım. Mənim uşağım nə qədər qorxu Valla, başımıza getmədi, Amil müəllim, qalma. Nə qədər yaşayım. Əlbəttə onu tutur, yaxşı tutur. Kesin yaşasın. Bu atasının əlaqə saxlamaz. Yox, indi gedirəm hamısını. Sizin yanınızda bax, deyirəm, kişi kimi də desin ki, bütün hamısını bloka atacam, qohum əqərim. Mən nətər, sən də el olasın. Eşitdin yoldaşın deməyi? Bloka atacam hamısını. Onlardan bir kəlmə də zəng gəlir. Kəsəcəksən mi ananın atanın əlaqəni? Valla, onların, anamı demirəm, ancaq atamın çox şərəfsiz deyil. Anası, Amin müəllim, anası da əsrət edəcəm. Deyir, ananla da əlaqəni. Anasıyla əlaqəni də çəkəcəm. Bir şey ki, mənim uşağıma Allah kömək olsun, yardım edirsiniz. O getib o əllərini alırlar ki, pulu vermir sizə. Mən kişi qızı kimi də deyirəm də arxamdadır. Anasının atasını tutmuş olsa sizin yanınızdadır. Mən uşaqlarını götürüb sizi space kanalına tutacam. Bir dənə hökumətdən arzumdur ki, mənə bir otaq verəcək, balalarımı yığacaq. Geçsin o atası o dənə. Atasının anasını tutmuş olmuş olsa, onların zənglərini qəbul eləsə, amin mən sənə deyirəm, 2 gün vaxt verirəm. Gələcəm, studiyaya çıxacam. Sən də qəbul edirsən. Bəli, düz deyir. Qəbul eləyir, amin müəllim, ailəsini eləyəcək. Eləməyəcək, o anası, o da atası. Gedəcəm, hökumətə də verəcəm, əlim hara çatacaq, verəcəm, o torpağın yarısında alacaq, balalarımdan oturacam bu. Amin müəllim, Allah'ın olsun, Quran'ın and olsun, git dükanlarda sonra hərəsini 800 mət borcum var. Quran'ın and olsun, verə verir. Quran'ın and olsun, borc içində. 800 birinə, 300 birinə, 400 birinə. Quran'ın and olsun, verə verir. Yoldaşım yanı ki, nəyi var düz deyir. Ona görə yoldaşım nə deyirsə düz danışır. Gedən kimi hamısını bloka atacam, bir adamın zəngini qəbul eləsə, mən amin. Bir həyyətin içində görəcək o anasını. Görməyini görsün, nə dindirməyəcək, nə eləməyəcək. Həyətdə də bir səs yoxdur, amin mən sizin yanınızdayım. Balalarını gətirib tökəcəm, bir də mənə daxılıma verir, o anası o da atası. Adam nə qədər bilsə, amin mən. Yaşaya bilmirəm, vallahi yaşaya bilmirəm. Mən nə qədər yaşayım. Mən indiyəcəm, mən siz də baxdın, ailə qurmuşdum, mənim bir dəfə işə qoymayıbdı. Gör, bu nətər məcbur olub borcların içində, gəlib bax, Space kanalın qabağında o tərəfdə yolun özü. Mən işləyirəm, saat 6-dan saat 4-əcə mən işləyirəm, yoxum. Haram qatmışım, nədir, balalarına çörək, borcum xərtin içində üzmüşüm. Mən anama deyərdim ki, o yaşlarından, anam demərəm, atam utansın ki, o yaşındakı yəni ki... Anam da utanmalı, hər ikisi də, hər ikisi də utanmalı. Yəni, bağışlamamalıydı onu deyir. Hə, bağışlamalıydı, amin mən. Burada söz verdi ki, axıracan oğlumun dalında duracaq, barışmayacaq. O qadınlığından, o axsaqlarından sizdən o utansın yerə ki, yenə barışlar. Sabah onun bir dənə göyülməyi, ölməyindən amin mənim. Mənlik deyil, mən cavab verə bilmərəm. Yəni, artıq qadın təhlükədə. Hə, yox. Mən axırıncı sözümü deyim. Əgər anası ölmüş olsa o həyətdə, bir problem olsa, o araya girmiş olsa, amin mən sizə yenə də deyirəm. 2 gündən sonra sənin stüdyo yanındayım. Yəni deyir, anana yaxın getməyəcəksən, atana. Yox, düz deyir. Amil yetimlər atası. Mən olar bir məsələyə toxunum. Buyurun. Eşitdinizlər nələr? Mən açıqlama vereyim və bu xəbərdarlıq gəldi və dedi ki, əgər bundan sonra belə olursa Arif, yəni doğma oğlanları bir daha onlara yaxın getməyəcək. Arif də bunu qəbul edir. Buyurun Ruslan bəy. Baxın, mən məsələyə öz münasibətim deyil, uzun illərin təcrübəsinə və yaxud da ki, hüquq müstəvisində qanunvericiliyə əsasən məsələlərin həlli ilə bağlı fikir bildirirəm. Yəni, burada mənim özümün subyektiv fikrimi bildirilməsi düzgün olmaz. Çünki bu qeyri-subyektiv ola bilər, qeyri-obyektiv ola bilər və s. Çünki siz vəkilsiniz ona görə. Bəli, biz vəkilik. Çünki biz əlimizdə sübut olmasa danışa bilmərik.
Biz istinad eləməliyik ya təcrübəyə, ya da qanunvericiliyə. Mən indi bu məsələ ilə bağlı çox detallarını bilmirəm. Bir-iki təcrübədə olan məsələ ilə bağlı fikrimi bildirim. Hər bir ailə bir unikal bir cəmiyyətdir. Hər bir ailənin də özünün fərdi inisiativləri, yanaşmaları və ailə daxilində olan münasibətlər var. Bu iki dənə eyni ailə ola bilməz yer üzündə, mümkün deyil. Hansısa nə-nəsə fərqlənməlidir. Bir çox hallarda təəssüflər olsun, bizim yanımıza müraciət edən şəxslərin daha çox boşanma ilə bağlı müraciətlərin əsasında xırda detallar dayanır, stereotiplər dayanır. Stereotiplər də nədir? Məsələn, ailədə biz fikirləşirik, deyirik ki, bu adam ailədə kişi deyil, kişi funksiyaların qadın... Mənəvi baxımdan da yəni. Hə, mənəvi baxımdan. Bu ailədə kişilik funksiyaların qadın həyata keçirir. Amma o ailə xoşbəxtdir, kişi də xoşbəxtdir, qadın da xoşbəxt. Yəni bunlar bu ailəni bu formada qurublar, bu formada davam edirlər, heç bir də problem yox. Hətta kişi istəyəndə bir özü alsın estafet əlinə, onda qırğın düşür. Hə, yəni bu problem yoxdur. Amma məsələn, bizdə bir tanış var, Şuşa atası. Ailədə heç bir problem yoxdur. Amma sabah bu olan, həmən bu kişi gedir dostlarla görüşür. Kafedə, restoranda, çayxanada, nəsə məsələ düşür ortalığa. O birisi dostu deyir ki, mən yoldaşım mənə çayı biraz soyuq, ilıq gətirdi. Mən durdum, çayı tökdüm onun başının üstünə. Bu? Məsələn üçün deyirəm də, yəni bu məsələn, bəli. Xırda bir müqayisədir. Adam onu fikirləşir, gedir evdə xırda bir detalın üstünə arvadına, yoldaşına problem yaradır, mübahisə edir və sonradan ailə dağılır. Yəni burada nə baş verdi? Burada o baş verdi ki, kənardan olan stereotiplər, kənardan olan münasibət ki, yəni bu kişi belə olmalıdır, kişi məsələn bunu eləməlidir, kişi bunu eləməlidir. Digər ailəyə təsir edir, digər ailənin boşanmasına səbəb olur. Ona görə də hesab edirəm ki, biz kənardan deyə bilmərik ki, bu pisdir, bu yaxşıdır. Əgər onlar öz aralarında barışıblarsa, müəyyən bir razılığa gəliblərsə, yəni öz ailə funksiyalarını bölüşdürüblərsə, bugün məsələn, yəni biz bunu bəlkə də biraz başqa cür başlayırıq, amma ailələr var ki, bir gün kişi yemək pişirir, bir gün qadın yemək pişirir kuxnada. Yəni burada belə bir qəbayət yoxdur. Bunlar belə bölgünü aparıblar. Biz də deyə bilmərik ki, kənardan, yox, bu səhv ailədir. Mənim fikrim budur ki, biz kənar müdaxilədən, kənar qiymətləndirmədən biraz... Tələsməyin Fatimə xanım və təşəkkür Ruslan müəllim. Bir kəlmə, bəli, buyurun. Ruslan müəllim işlətdiyi o ifadələr intellekt səviyyəsi yüksək olan ailələrə aiddir. Yəni bu ailə ilə heç bir əlaqəsi yoxdur. Ailə ailədir, amma nələr baş verib, nələr yaşanıb? Bu gəlinin bu xəbərdarlığından sonra studiyaya iki ələm var. Bu ailədə nənəmin bir yaxşı sözü var. Nəticə mi deyək, nə deyək? Barışıqdan sonra Camalxan bəyi bu hala salıblar. Üstü başı qan, üzü gözü var. Göstərin, uzaqdan da olsa göstərin. Qollarını da göstər, zəhmət olmasa. Biz sənə yaxınlaşana kimi sən çəkmə də, tələsmə. İndi biri peşəkardır, biri yox. Tələsmə. Qolları göstər, qollar. Soyma, sağ soyunarsan. Qolları göstər. Baxın, baxın. Bu barışıqdan sonra Camalxan bəyin baş nahiyəsində göstərək, zəhmət olmasa. Qulağım eşitmir deyir artıq. Yazığım gəldi sənə. Ürəyimdə deyirəm, yaxşı elədilər. Estağfurullah. Yaxşı elədilər. O gün burada mən deyəndə üzümə dayanmışdın ki, nə danışsan, ailəmdir, arvad əyləşsin, tələsmir. Keç, şalvar sal aşağı zəhmət olmasa. Kişi, əyləş. Əyləş. Mikrofonun üstünə əyləşməyərdin, ev yox. Götürdü. Nələr baş verir bu evdə? Bax, məhz bu gəlinin bu açıqlamasından sonra ailəm dəyib bir-birinə. Camalxan bəyi döyüblər, iddiası belədir.
Niyə? Yox, indi belə o cür demə də. Denən ki, biz sənə demişdik. Biz yox, mən sənə demişdim deyirəm. O cür demə. Bayaq dediyini demə də dayı. Bəs məni topa ateşə tutdular. Deyirəm, mən bu nənə bir yaxşı söz var. Bu evdə kişi zaftası yoxdur. Zaftası yoxdur, yəqin ki, mənim başa düşən olar. Bu kişinin sözünə, bu kişinin nə oğlunun. O oğluna baxdım, o gəlinə də baxdım. Yazığım gəldi. O gəlin oğlanın başına oyun açıb. Bu bədbaxt heç bilmir o 8 dənə uşaq hardan dünyaya gəlib. Yazığı nə günə qoyub? Oğluna baxanda elə məlumdur da, görsənir də. Onun önünə baxanda biz tərəfdə deyirlər önünə. Sən arvadın. Arvad ona nə qədər qorxu, hürkü veribsə, o kişinin əməli başlı çoxu çəkilir. Mən bədbaxt olan qızı sənə nə dedim burada kişi? Dedimmi ki, sənin adınadır torpaq, ev, Məhəmməd xanımın sözündən qorxdular, gəldilər. Dedim axı bu sözü. Aç mikrofonları. Düz deyirəm, onda az qalırdım. Nə baş verib? Qoy özündən soruşaq. Yanır. Nə bilsin, oğlu naxələfdir? Qoy görək. Nə bilsin, oğlu arvad ağızı? Nə bilsin? Bilirdi, Fikirləşirdi ki, keçənə güzel işləyən kişini. Səbirli olun, səbirli olun. Amil müəllim, deməli buradan 200 manat pul verdilər. Zahir müəllim 100 manat, ondan sonra Loğman müəllim də. Loğman müəllim də 100 Cəmaat sən gəlmişdə. Biz deməli şeyə çatmamışdıq. Nədir? Metroa. Zəng gəldi ki, oğlumla gəlinimlə. Deyir, 200 manatı gətirin, verin. Dedim ki, biz hələ şeyci yolda arvad dedi, bu halda. Deyir ki, hələ biz metrodan gələcəyik. Dedi, 20 köpük ondan əski olsa, bu evə gəlmir, başını kəsələməkdir ki, evə vapşe bırakmayacağım sizə. Allah Allah. Allaha and olsun. Dedim az verkən, hələ mən onda 15 min manat pulum var. Eyb yox, gəlməli 15 min. Qulaq as, getdiniz evə. Getdik evə, pulu, Lasın market var, Maşallah, bütün qəsəbələrdə Lasın market var, problem deyil, deyəcəksin. Orada pulu Çınar kafesidir, bir də Lasın market. Pulu çıxartdı, verdi 200 manatı, biz getdik evə. Mən bir gecə, demək, 2 gecə tam qalmamışam orada. 5-ci gün getmişəm, bu hadisə başı veribdə. Nəysə, dünənlərim, saat 1-11-in yaşı olardı, Amil müəllim. Yoldaşım deyir ki... Söyüşləri işlətmə, mədən danışır. Yox. Deyir ki, mən boşda gəlin, ayaq yolundan gedirəm tualetə. Deyim git də. Elə bir sözləşiblər bunlar. Mən də xəbərim yox. O bəyəm, arvad ayaq yoluna gedəndə səndən icazə alır da həmişə? Yox, mənə deyir ki, qapını bağla. Mən qapını, bayır qapısın. Dedim ki, ayaq bağlayayım. Deməli, getdi, bir də qoyu gördüm ki, elə bir sözləşiblərmiş, talpa girdi içəri. Nə danışırsın? Allaha and olsun. Kimlər? Kimlər? Bax, oğlum, 2 oğlum, kürəkənim. Adlardır, Arif. Arif, Alim. Ondan sonra o oğlu Əli, nədir o, Gömul. Gəlin də, gəlin. O gəlin deməzlər. Eyb yox, gəlin deyək. Sonra? Bir də ki, Vüsal. Vüsal kimdir? Mən kürəkənim. Evində qaldığın, yoxsa o birisi? Yox, o bu şeydə qalır, addelini qalır. Orada kvartal. Gəldilər, nə dedilər? Elə içəri girməyimlə bunlar gücüm çatmadı. Birinin əlində labaska, birinin əlində kəsək, xalq enişinin arasına mən şoklar. Göstərin. Yıxıldılar, bura qışanın üstünə. Göstərin. Mikrofona deyil, mikrofona bir təhər deyil. Başıma çırpırlar mənim. Allah. Bax, buranı qan göstü apardı mənə. Yer yurtamızı qanıldı. İndi qorxudan o silib mənim yoldaşım. Gəlib polis tutacaq, kimsə gələcək. Səni yerə yıxan kim oldu əsas? Mən əsas yerə yıxan idi, əsas... Yavaş, duaların tez qəbul oldu sənin. O tut bir təhər. Yox. Arvad gəlmədi, qətiyyən gəlmədi. Gəlmədi? Yox. Validə xanım yaxın gəlmədi o səs-küyə. Yox, qətiyyən girmədi. Burada öz sinəsinə döyürdü axı. Ay Validə xanım, siz nə cür insansınız? Allah'a İnsanın bu yaşda bir siması olar. Bu kişini öldürtürməyə baxmışlar. Allah'a and olsun. Nə deyirəm, hamısı tüplərimizdə. Qurana and olsun. Mən burada şişəsilərlə... Kim, bax, qulaq as, əsas təbii zərbəni indirən kim oldu adlar? Arif olub biri. Arif oldu, Arifin oğlu bir afət. Ondan sonra həmin kürəkənin mən belə qaldırıb buramla, sakit buradan mənə şey oldu. Kürəkən niyə qarışır bu işə? Nə biləm, bilmirəm valla.
Bir de gördüm ki Qılavasqanın dəstək sınıb yüzü şişdi. Gözlərini çıxarmaq istədilər. Gözlərinə vurublar. Yox, çıxartmaq demə, vurublar. O kadrlara baxdım. Gəl üçlü pəncərəyə, necəsə dostlar, çünki biraz həssas məsələdir. Biraz səbirli ol Arif dayı, çünki söhbətə gəldin deyənə təqdim edəm. Və həmin anda görüntülər çəkilib. Görüntülər qismən bizə atılsa da, biz də həmin görüntüləri müəyyən bir addımla. İndi mən deyəcəm niyə verirəm o görüntüləri. Bir baxaq həmin anları, sən demə qıraqdan çəkənlər olub. Baxaq dostlar, zəhmət olmasa. Ay Allah! Bax, Amil Xəliyə göndərəcəm bunu. Qurana and olsun Amil Xəli. Zaten bax iki. Sən Arif, sən. Bir daha verin dostlar. Ay Allah! Bax, Amil Xəliyə göndərəcəm bunu. Qurana and olsun Amil Xəli. Zaten bax iki. Məsələ odur ki, yəni bu anların bu hissəsini çəkmişsiniz. Baxın, ümumi deyirəm. Bu kişini bu hala salan bir səbəblər var da. Öldürürlər də mən ona görə elə ki, özümü qorumaqdan sonra. Nə adla üstünə hücum elədilər? Mən deyək ki, gedib ora sən şikayət eləmişsən mənim uşağımdan, sən hökmən öldürəcək biz. Ya yandırmalı, Daxili İşlər Nazirindən qeyri-rəsmi əslində məndə məlumatlar, amma indi təsdiqlənər yəqin ki, Arif tutulub. Arif həbs olunub, xəbərin olsun və indi biz şəxsiyyət vəsiqəsini göndərəcək bir sorğu verək. Qadın telefon xəttində olması hələ qoşmuram. Afət, 1000 taksiyə gəl bura Afət. 1000 taksiyə gəl, artıq biz rəsmi müraciət edəcəyik. Bu adamı göndərə bilərik ekspertiziyaya, mütləq qaydada. Göndərə bilərik, yox, göndər, xahiş eləyirəm. Polis, həqiqətən bu kişinin haqları qorunsun. Temanın yanına bu dəqiqə verir. Cəlb olunmalıdır, Afət. Arif həbs olunub deyirlər indi mənə. Arif həbs olunub. Qoy bir dəqiqə suallarımızı verək, hamıya bir məlum olsun. İstəyərəm ki, bunun yanında oturan o qadını var, vışşı kişidir. Böyle birinci həbs olunur. Elə onlar eləyib. Gəlindən əvvəl bu qadın həbs olunur. Bir dəqiqə, bax, mənim suallarıma cavab ver. Doğrudan da qadın ayaq yoluna girəndə dedi mi mənə ayaq yoluna, sənə dedi mi gedirəm ayaq yoluna? Bəli. Yəni bu cümləni hansımız evdə işlədir? Kim kimin evində işlədir? Yox, dur deyirsən ki, mən ayaq yoluna gedirəm. Deməli, plan olub da burada. Amil müəllim, deməli, mən deyək ki, qapını bağla. Hələ qapını bağla. Mən ancaq bir gün deyək ki, sən özünü gözlə gəlin, sən şey eləcəklər, şikəst eləcəklər, ya öldürəcəklər, ya yandıracaqlar. Dedim ki, onda heç burada qalmayaq da, gedək harasa kvartiranın zat qalaq bir tərəfdə zatda, bağ evində zatda. Hadisə Binə qəsəbəsində baş verib yeri gəlmişkən. Amil müəllim, bir kəlmə olar. Deməli, bu kişiyə xas olmayan hərəkətlər olunmayan. Demə, deyərsən, reklam arası deyərsən, mən onu eşitdim. Hər tərəfli. Və bu kişini bu hala salıblar, onu hər tərəfli. Mənə bax, bir dəqiqə. Hər tərəfli. Bu adamı telefonla çəkiblər, içində bir şantaj məsələsi var. Belə başa düşürəm ki, yəni bunu şantaj eləsinlər. İndi kimlərdir, mən ümumi deyirəm. Ki, sabahlarım geçsən, bax bu videolarım var deyə. Yəni ayıb deyiləm, bir yaxşı bu bildiyi hər şey. Bu oğlanların ikisi də niyə Ariflə, o birinin adı nədir? Alim. Arif və alim həqiqətən sənə hücum edirsə, hətta belə deyə iddia olaraq, mən başındakı yaraya əmin olmaq istəyirəm. Bizə saniyə. Vay. Təcili yardım polisə məlumat vermədi mi? Bilmirəm. Necə, mən təcili yardım Nuridə xanımı salamlayıram. Arif həbs olunur. Hə? Polisə xəbər verildiyi üçün. Bəlkə də, bu kişinin xəbəri yoxdur. Təcili yardım gəldi, evdə elədi, yoxsa apardı səni? Yox, bizim yolumuz idi. Yox, aparmadı mənə. Dedim ki, bu qan dayanmır da məndən. Həkim cavan qadın idi. Deyək ki, dayı qorxma gəlin. Bu yolu zadı şeylərdən İspirtandan da bilər. Saadət xanım, siz mən tam riskəyəm, bir baxın görün, var mı orada yara? Bir dəqiqə sakit olun, qoyun Saadət xanım baxsın, səbirli olun. Mən tam aça bilmədim, gördüm yapışıb. Bəs sən özün 102-yə yığmadın mı? 102-yə yığdım, polislər gec gəldi. Azı bir 30-40 dəfə yığmışam. Telefonuma gəlin, baxın, valla. Ayax inanırıq sənə. Gec gəldi polislər, dedim, sizə qurban olub, öldürəcəklər məni, buradan bir xilas edin. Bu paltarla da mən qaçıb gedmişəm başqa yolda polislərin qabağına.
Evdən mən qaçdım, beləncə. Allah hamd olsun, palın paltarım yox idi də. Tozun içindeydi, mən yıxmışlar yerə. İndi çırpmışam mən bunu. 30-cu bölümü yaparlar. Yaxşı, bir söhbət demədilər də, yəni sırf niyə bu məsələni qaldırmışsan, onunla bağlı danışdılar. Dedi ki, gedib bizi satmışsan sən, qızla evlənmək, səni ya yandıracaq, ya öldürməliyik. Heç cürə mümkün olan şey dedi. Yaşayamağa səy qoymarıq. Məni də oradan, o gecə bir dəfə o qızım gildən götürdülər, gəldilər. Ondan sonra barışdı da arvad. Validəni qoş görək Validə xanım, valla bilmirəm. Bunlar hamısı şantaj, ağızlarından çür ki, içib. Mən nə içmişəm ikinin oğlu? Axşam içmişdin iki kimi. And olsun Allah içməmişəm. Araq vurmamışdın? Yox, heç bir şey mən içməmişəm. Allah'ın... Durduq yerdə sənə hücum elədilər. Ay, hücum bu tələ çoxdan qurulmuş ay kişi. İnanın mən sözümə. Buyurun Fatimə xanım, buyurun Peyman bəy, buyurun. Yenə də sözümdə dayanıram. Həqiqətən bu kişiyə yazığım gəlir. Mənə elə gəlir ki, arvad da bilirdi onu vuracaqlar. Prost içində biraz da olsa mərhəmət olub, ona görə gedəndə onda belə çıxacaq, Validə xanım. Qapını bağla, mən gedirəm, qapını bağla. Validə xanım plan qurdu onda. Məqsədli şəkildə aparmışdı Validə bunu evə. Onun bir süjeti var. Məqsədli şəkildə. Verilişdən sonra. Mən bura Validə gələndə, mən burada dedim, sənin gəlinimin, yəni məlumatı olmasa sən bura gələ bilməzsən. Mən o yalan deməmişdim. Onu göndərmiş bura ki, bu kişini aparsın evə. Amma qadın o deyəndə ki, o mən gedirəm ayaq yoluna, dur qapını bağla, bəlkə də orada biraz ürəyində mərhəmət hiss olub. Deyib yazıq da öldürəcəklər, qapını bağlasın. Kişi də durub səhlənkarlıq edib qapını bağlamayıb. Gəlinin ikili pəncərədə bayaqki çıxışın verəndə, gəlin orada da özü ciddə xəbərdarlıq elədi. Bayaqları yenidən də baxsanız Fatimə xanım, orada xəbərdarlıq eləmişdi. Bəli. Ki, gəlsə onun başına oyun açılacaq. Yəni bu görünərkən də nə beləcək? Faktiki olaraq planın başında Validə, onun da köməkçisi, yəni orada əslində cinayət məsuliyyətinə cəlb olunan şəxslər elə bu ikisidir. Bu Afət xanımla Validə xanımdır. Çünki bunlar planın tərkib hissəsidir. Bayağı xəbərdarlıq elədi. Dedi ki, gəlsə bir arada ürəyi ağrıyıb, ona görə buna xəbərdarlıq edib ki, dur qapını bağla, ürəyi ağrıyıb. Ona and olsun bilmədim. Deyəm bu qruplarmış, təqiyyə o yezinəni də, oğlu da, əri də, qayını da idarə eləyəm, o daha, o sarı... Amil müəllim, Afət xanım. Bu, mənim kürəkənim şeydəndir, qalsın iddiyandır. Ruslan bəy, işləyi səbirli ol. Yer aparıb pulu verib bağlayacaq. Sual verim sizə. Bax, siz 102 təcili tibbi yardıma getdiniz, düzdürmü? Sizə soruşdularmı ki, bu hardan baş verib? Nə dediniz? Necə? Dedim ki, oturmuşdum evdə. Yoldaşım başqa yerdəydi. Demirəm, bəyək kimi təkrar eləmirəm. Belə qapı... Yaxşı, qısa sual verim. Bax, sizdən soruşanda ki, bu nə haldır? Siz dediniz, mən yıxılmışam, başım dəyib, elə mi dediniz? Yoxsa dediniz ki, məni döyüblər? Dedim ki, məni döyüblər, təzə göstəriblər. Yaxşı, siz deyəndən sonra ki, məni döyüblər, sizi ekspertizaya, bu xəsarətlərlə bağlı hər hansı bir müayinə aparıldı mı? Heç yer aparmadılar məni. 30-cu bölümə getdim, orada da aparmadılar. 30-cu polis bölməsinə getdiniz, izahat yazdınız mı? İzahatı bizim yolumuzda aldı tədqiqatçı məndən. Yolumuzda deyəndə, harada yol üstündə? Evin yanında, evdən 5 metr aralı. Başa düşdüm. Mən, Amin bir məsələ... Maşının içində aldı da. Aydındır. Yəni, mütləq ekspertizadan keçməlidir xəsarətlər və ekspertizanın da ekspert qarşısından qoyulan suallardan da biri, yəni orada çox suallar var da, xəsarətin növü, dərəcəsi, hansı vasitəsinə həyata keçirilməsi və s. Və sonuncu sual ondan ibarətdir ki, bu xəsarətlərin özü tərəfindən icra edilməsi mümkündür, yoxsa yox. Bir çox hallarda ekspertiza rəy verir ki, şəxsdə bu xəsarətlər var və özü tərəfindən törədilməsi ehtimal olunur. Xeyr, məndə olmayıb. Bir dəqiqə, mən söhbət sizdən getmir. Mən sizin ekspertiza rəyinizi görməmişəm, buna görə deyə bilmərəm. Yəni, ümumilikdə demək istəyirəm ki, bu məsələ ilə bağlı ekspert rəyi olmalıdır və ekspert rəyində bütün məsələlər hamısı öz əksini tapmalıdır. Xəsarətlər, növü, hansı əşya tərəfindən həyata keçirilib, icra olunur və s. Və sonuncu da ki, onun özü tərəfindən icra edib edilməməsi məsələ. Yalnız ondan sonra ona hüquq qiymət verilməli. Bir də bayaqki video yazıda siz orada hücum çəkirsiniz də, əlinizdə
Əlimdə asverka kimi şeydi, belə attım onlara. Atdınız. Attım, dedim ki, qorxu. Nəyə görə atırız? Orada sizə nəsə bir təhlükə var idi. Bəli. Biz orada görmədik axı hansısa bir təhlükəni. Amma yaxşı çəkəlmirlər. O pəncərənin məndə plastikdir. Pəncərənin arasına soxdular labaskanı, şeylərlər. Yəni mən hesab edirəm ki, ümumiyyətlə bu video yazıya hüquqi qiymət verilməlidir. Çünki burada hər tərəflərin əməllərinə lazımi qiymət verilməlidir. Çünki burada məsələn ağsaqqalın da hücum çəkməsi əlində. Necə polis aparmayıb? Binə polisi necə apar bir ekspertiz? Gördü ki, məndə günah yoxdur, polis mənə deyir deyir. Yox, sən ekspertiz aparmalıydı. Aparmadılar. Ruslan müəllim, siz dediyiniz kimi əgər şəxsin əməlində cinayət xarakterli nəsə bir şey varsa, Camal xanım əlində, deyəlim ki, kütayət olub onlara... Yox, mən elə demədim. Yox, məsələn deyirik ki, yəni ondan törəyib də, belə deyək də, deyir o da olmazsa belə üstü çıxmaz. Deyəlim ki, səbəbkar bu olub. Yaxşı, həmin anda o insanlar bunu video çəkmək əvəzinə niyə 102 məlumat vermirdilər? Deməli, bunlar gələcəkdə bunun əleyhinə şantaj xarakterli bir o videoları əldə eləmək istəyirdilər ki... Kiminsə 102 xidmətinə müraciət eləməməsi, xəbər verməməsi şəxsə qarşı aqressiyanı və yaxud da hücum eləməyə əsas verə bilməz. Bir də səbirli olun. Yaxşı, video çəkənə qədər 102 məlumatı vermək olmazdı. Biz indi mən Daxili İşlər Nazirliyinə bir sorğu ünvanlayacağım verilişi reklam arasında. Bizim əlimizdə sübut var. Validə xanım, hər vaxtınız xeyir olsun. Vaxtınız xeyir, Amil müəllim. Validə xanım, nə baş verib? Düzün desən Allah. Amil müəllim. Bəli. Amil müəllim, bəli. Amil müəllim, siz... Mən eşitmirəm. Amil müəllim. Eşitirəm. Hə, sizin var studiyada mən barışdım da, dedim ki, aləmdir da, barışdım, düzdür. Bəli. Yenə bu içkini yerə qoymadınız, gələndən sonra başladı içməyə. Yalandan deyir, Allah'ım. Ne oldu? Hər şeyi çəkirsiniz ailəliyinə. Bunu içən yerdə çəkə bilmədi. İçən yerdə niyə çəkmirsən? Amil müəllim. Bəli. Amil müəllim, istəyib... Hamısı bunlar çəkir. İnanarsan ki, Amil müəllim, söyüşün biri bir qətiyə. Yox, bax, bu adam içəndə. Niyə çəkmədiniz telefondan ki, biz də bu adamı burada nə də lazımdır deyək? Amil müəllim, elə iskili onu polis göstərdi da. Dünən gecə saat 11 yaşında. Yox, bu adam sənin yanında deyildi içəndə. Gecə 11 yaşında. Alkotest eləyən 24 saat qalır. Dünən gecə 11-də əgər döyülübsə, 24 saat qalır. Amil müəllim. Adımı demə bir də, söhbətə keç. İstəyib başladı onlarla söyüşməyə. Pis bir söyüşlər söyməyə. Yalanla deyir gözünün içinəsən. Allaha and olsun deyirəm. Allaha and olsun. Ərindir, qulaq asın, sən yaxşı buna hücum eləyəndə haradaydın? Çıxmadın bu tuvaletdən. Amil müəllim, hücumda Amil müəllim, onlar Amil müəllim, o götürüb bıçaq. O bilmir nə danışır. Amil müəllim. Mənim adım Fuaddır. Bıçaqla onun işinə bax, əlində bıçağı görürsünüz videoda. Videoda bıçağı görürsünüz. Onu bildim, onun əvvəlini görmürəm. Dey görürüm, sən bu ayaq yolundan çıxmadın mı oradan bu kişini döyəndə? Mən oradan çıxımda gördüm bu vuruşu. Bu gördüm söylüyorları vuruşu. Bunun əlində bıçaq. Onlar da deyir ki, söyüş söymə. Uşaq hamısı bir-birindən vuruşurlar. Mən yeğenim ki. Mənim sualım sərf eləmirə sənə. Validə xanım, sən bu ayaq yoluna girəndə səsin var. Deyərsən qapını bağla. Buna kimi var? Niyə dedin qapını bağla? Qapını bağla. Dedim ki, bağla ki, vuruşu var istərdi. Səs yox, gözüm deyildim. Zamanı söyürsən, səsi eşitməsənə. Gözən, deməli olub bu söhbət. Olub. Yalanlar Sən plan qurmusan ondan. Plan qurmusuz. Buyurun, Toma nəvəsi, Fatıma xanım. Fatıma Hacıbəyli. Burada mən sözümü deyəndə mənə dediniz ki, üstümə gəldiniz ki, bu işçi kişidir, siz qarışmayın. Elə dedi, o dediyin deyirəm. Fatıma xanım, necə çıxır bu? O dediyin deyirəm. Mən elə işlətmirəm. Əla kişidir, belə kişidir, ailəmdir, qarışmayın, nə bilim, neynəməyin. Mən sizə indi bir sual verirəm. Bir 60-dan çox yaşınız var. Bir yaşınızdan, başınızdan utanmırsınız. Bir gəlinin əlinin kuklası olmuşsunuz siz. Xəcalət çəkirsiniz, bir vicdanımız yol vermir, ömür gün yoldaşımızı eləmişsiniz heç nə, atmışsınız ortalığa, ayıb deyil sizdən ötəri. İndi gördünüzmü ki, mənim sözüm gəldi, hələ mən çox demişdim, 3 ay mı 6 ay mı demişdim, heç bir gün çəkmədi. Siz nə cür qadınsınız, nə cür qadınsınız olmuşsunuz bir gəlinin kuklası, hə? Ay xanım. O delinin evi niyə Ay xanım, onun başı ayaq olsaydı, bilərdi ki,
Ay xanım, yetişən mənim. İndi Məhəbbəd xanım gələcək və o kişinin vəkili olacaq və sizin bütün o qolunuzdan tutub atacaqlar çölə. Çünki ev kişinindir, vəssalam. Ay Valide xanım, Eşidirəm. bəs demədin bu oğluna niyyət. Oğlun tutulub ha, mənə məlumat gəldi. Tutulub mu oğlun? Niyə görə tutulur oğlum? Oğlum bədbəxtdə nə günah var? Yox, tutulub tutulmayıb bu dəqiqə. Mən bilmirəm, mən kim... Mən gedib o kimsən nökərçilik edib çörək pulundan ötərləşirəm. Onu dramatikləşdirmə də. Sən axşam bilmədin oğlun haradaydı, evdə deyildin. Yox, Arif haradadır, Arif haradadır? Arif işinə getdi, işinə. Onu da buraxıblar. Arif işinə getdi. Bəs bina polisinə aparmadılar axşam onu? Akşam hamısı getdi, daha hamısı məlumatını verdilər. Talbə ilə hamısı gedmişdir. Yox, hamısı getdi. 8 nəfər gedmişlər. Gün nələr baş verir evdə? Buyurun Sayda xanım. Bir dəqiqə Sayda. Amil bəy, yəni biz ilkin kiminsə xarici görmüşünə və yaxud da üzərində qan olmasına görə fikir irəli sürə bilmərik. Mən hörmətli həmkarımla razıyam. Bəzən cinayət barədə elə məlumatlar verirlər ki, istintaqın gedişatında tamamilə ayrı bir şeylər ortaya çıxır. Yəni, hörmətli vəkilimiz, əlbəttə, o qədər elə hallar. Hətta olur ki, ailəsi evindən, məsələn, hansısa qadın qızıl mal oğurlayır, sonra evdən oğurluq etmiş video yaranır. Yəni, həmkarım ona görə bayaq dedi, biz hüquqşünaslıq deyə. Görürsünüz ki, rəyləri çox məsuliyyətlə bildirik və çətinlik çəkirik. İndi yəni tərəfin üstünün qan olmağını yenə də deyirəm, həmkarım da qeyd elədi, biz ekspertiza rəyi olmadan heç kimi nədəsə ittiham eləyə bilmərik. Yoldaş qeyd eləyir ki, məni ekspertizaya göndərmədilər. Yəni, adi şəxs polisə müraciət eləyir ki, mənə şillə vurulub, onu belə ekspertizaya göndərirlər. Belə qeyddə, yəni, Üsman müəllim, siz inanırsınız ki, ekspertiza keçirilməsin şəxs barədə. Hörmətli vəkil, yəni bu şəxsin mikrofon söndür. Onu siz deyə bilmərsiniz. Ona ancaq ekspertiza qiymət verə bilər ki, şəxs özü-özünə, hətta özü-özünü güllə və... Xeyr, ekspertiza vermədən siz onu deyə bilmərsiniz. İstər hüquqşünas olsun, istər ekspert olsun, onların dedikləri də Quran ayəsi ola bilməz. Faktiki olaraq insanın gözünə baxırsınız ki, vəziyyətlə. Ekspertiza rəyini. Mən deyirəm, öz-özünə xəsarət edir. Ola bilər. Ekspertiza rəy verməsə, heç kimin üçün nədəsə itham edir. İnsan deyəli burasına xəsarət getirir. Qolundakı cızıqları siz görmürsünüz ki, bu adam... Siz neçə dənə cinayət işində iştirak etmirsiniz? Çox, nümayəndəlik üstü ləğv olunana qədər. Orada öz-özünə heç xəsarət yetirənlər olmayır. Xəsarəti dərəcəsində. Amma qollarına baxın, bədənində varmı? Baxın, onlar mən bir məsələ... Bədəndə varmı bədən? Bir soyun orada, bir soyun, amma efir göstərməsin. Amin mənim, onlar bir də məsələ... Ay xanım, olmaz, xahiş edirəm, çox xahiş edirəm. Yox, olmaz, heç vaxt olmaz. Bu da kənardan heç kim telefondan çəkməsin. Biz qarışıq belə şeylərə. Keç ora... Qollara qadın var. Bir dənə zəhmət olmasa, kişini soyundur orada. Keç orada, açın, baxın onun bədəninə zəhmət olmasa. Baxaq görə bədən, amma Ruslan müəllim, Saidət xanım, qolda ola bilərmi öz-özünə qolda? Baxın, Amil müəllim, mən hörmətli həmkarımın sözünə qatılıram. Və biz gəlin dövlətin qurumlarına nəzər yetirək də. Yəni, ekspertiza, dövlətin ekspertiza mərkəzi var. Ədliyyə Nazirliyinin tərkibində məhkəmə ekspertiza mərkəzi var. Bu məhkəmə ekspertizanın məqsədi, yaranması, səbəbi rəy verməkdir. Yəni, və bütün qurumlarda çağırır qonşulardan soruşmur ki, ay qonşu, bunun xəsarəti nədəndir? Ay, bunun qanı özününkidirmi? Onun üçün dövlət qurumu var da. İndi biz burada oturaq deyək ki, yox, mən görürəm, o ekspertiza rəyinə inanmıram, dövlət qurumu o işləmir, o düzgün qurumdur, əsas mənim gözümdür, o Quran ayəsidir, o ümumiyyətlə yanlış fikirdir. Bizim dövlətimiz qanunlarla idarə olunur və bizim də hər bir dövlətimizin yaratdığı qurum dövlət qanunlarla yaradılır və onun fəaliyyəti onun daxili sənədlərindən tənzimlənir. Ona görə biz burada hansısa dövlət qurumunun fəaliyyətinə ləkə sala bilmərik. Biz hüquqşünas olaraq, vəkil olaraq yoldaşımız... Görən şeyə baxın, Babək dayı, biz orada baxın, biz ekspert deyilik. Ekspertiza mərkəzinə
Gəlin Tağı müəllim, gəlin bilirəm məhkəmədən çıxır. Necə olacaq o vəziyyətdir? Ramalxan dayını döyüblər. Müəllim, siz orada nə görürsünüz? Sən gəlmirsən. Yəni Mən gəlmişəm fikri söyləməyə, xoşuna gəlmirsə qulaq asma. Yox, səbirli olaq. Yəni deyir döyülüb də, deyir döyülüb. O Kim deyir onu? Tamaşaçı deyir, tamaşaçı. Biz də O tamaşaçı çox şey deyə bilər. Onun öz fikridir. Amma ekspertiz araya başqadır. Bədəndə var idi mi? Təşəkkür ederim. Bədənində də var, əlbət ki var. Burada cırmaqlısı var. Elnur burasında var. Fatma xanım. Elnur müəllim, Demək müəyyən ki, yerlərin bədəndə qadına var, göstərəkmi? Burasında sızıqlar var, buralarında var. Mən sizin kimi özümdən fikir bildirə bilmərəm. Bu sizin özünüzün fikirləniz. Nə qədər psixoloji durumu yerində olmamalıdır. Bunun üçün dövlət qurumu var. Qarında hardadır? Bunun üçün dövlət qurumu var. İndi o ağsaqqal orada başqa şey görür, siz başqa şey görürsünüz, mən başqa şey görürüm. Ekspert. Yox, mən baxan deyil, mən ekspert deyiləm. Bunun üçün qurum var. Və buna görə də siz hansı halda inana bilərsiniz bir ekspert olaraq? Hansı halda inana bilərsiniz? Mən ekspert deyiləm. Onun üçün ekspertlər var, ekspertiza mərkəzi var. Mən ekspert deyiləm. Öz peşəkarı var. Gəlsinlər bir nəfər bura. Qiymət versin ki. Mən indi nətər deyim, onda peşəkarların da absurd qərarlar verdiyinin şahidi olmuşum. Müəllim, ona diaqnoz qoyun da. Diaqnoz qoyun da ona. Diaqnoz qoya bilirsiniz. Diaqnoz qoymuram. Niyə qoymursunuz? Qoyun da. Gördüyüm. Yəni siz necə ki diaqnoz qoya bilmirsinizsə. Bəzən ekspertlərin də qoyduğu diaqnoz başqa bir rayonda onu təksib edir. Necə ki siz diaqnoz qoya bilmirsiniz ora. O sizin səlahiyyətinizdə deyil diaqnoz qoymaq. Çünki siz həkim deyilsiniz. Ona da rəy vermək, ekspertiza rəy olmalıdır. Ekspertiziyanın bu günləri bu rayonun verdiyi ekspertin rəyin sabah başqa bir rayonda aparılan istintaq vaxtı həmin ekspertin rəyi təksib edir. Ekspertiza rəyi, məhkəmə ekspertiza mərkəzi var, Ədliyyə Nazirinin, o verir. Hansı rayondan danışır? Yaxşı, bağlı olan halda necə aparılmışdır ki, başqa rayondan alırlar istintaqın için. Verirlər başqa rayona, orada bu cinayət işini İstisna hallar var da, işin operativ araşdırılması üçün. Mənə nə maraqlıdır? Niyə ekspertiza olunmadı yaxşı dünən 30-cu bölmədə? Bax, Saadət xanım cavab verin. Mən götürüm onu. Mən deyə bilmirəm ya olmadı. Çünki mən o sözə inanmıram. Yenə də deyirəm, şəxs bir ona şillə vurulmağınla bağlı müraciət edir, dərhal onu ekspertizaya göndərirlər. Mən yəni deyə bilmərəm ki, o niyə olunmayıb, onu araşdırıb deyə bilərəm. Mən özümdən hansı fərziyyəni irəli sürüm ki, hardan bildiniz olunmayıb? Adam çox şey deyir. Adam belə şey deyir. Çox şey deyir. İzahatımı alıblar, polis Bayaq deyir, dindirilməmişəm, sonra deyir, təhqiqatçı yolun üstə mənim izahatımı aldı. Təhqiqatçı evimizin yanında yoldur. Yolda aldı şey, izahatı. İzahat orada alın başının içində. Siz burada istənilən fikri söyləyə bilərsiniz. Amma biz vəkili olaraq, hüquqşünas olaraq sübuta yetirilmiş məlumatlardan əgər məlumat yoxdursa, onu istinad edə bilər. Adam deyir ki, mənim ekspertizə göndərilmir. Siz ona inanırsınız. Amma onun dediklərindən, bayaq xanım dediklərindən ziddiyyət var. İndi biz kimə inanmalıyıq? Xanım özü də etiraf elədi ki, mən bilirdim belə bir hadisə baş verəcək. Əgər obyektiv qiymət vermək istəyirsinizsə, onda siz gərək bütün detallara qiymət verəsiniz. Ondan sonra məlumatlı olarsa, ondan sonra qiymət verəsiniz. Yəni bir şəxsin dediyindən ki, bu olmuşsa, hörmətli Saadət xanım deyir ki, bildirdi, düzgün də deyir ki, yəni şəxs əgər müraciət edirsə, mən o sualları elə belə vermədim də. Adam yaxınlaşar, deyə bilər ki, soruşarlar ki, nə olub? Deyə bilər ki, yıxıldım. Amma adam deyir ki, məni döyüblər, mütləq xəbər verilməlidir. Yəni, bütün tip məsələlərində... Başqa işlər də olur, açıqlayıb deyəlim bilər. Ağsaqqal, verilib, şəxs həbs olunub. Əgər xəstəxanada şəxs deyir ki, məni döyüblər, yəni demir ki, mən yıxılmışam, başım dəyibdir. Əgər deyilirsə, mən yıxılıb, məni döyüblərsə, mütləq ona hüquq mühafizə orqanlarına xəbər verilməlidir. Və hüquq mühafizə xəbər veriləndən sonra izahat alınmalıdır. İzahat alınan sonra şəxs göndər ekspertizaya. İndi biz bir nəfərin dediyi ilə oturub durub rəy verə bilmərik. Buyurun Tağı müəllim, buyurun. Qardaş, mən bircə onu bilirəm ki, dediyinə oğlanların elib də deyirsən, hə? Dünən. Gəlin həmin anlara bir daha baxaq, amma həmin anlar gəlin tərəfindən çəkilir. Adam nə qədər pis adam olsa da, bu hərəkəti eləmək dəhşətli bir şey. Müsibətdir,
yalan Yəni bu laf dünyanın ən pis adamı belə olsa, atadır, ata üstündədir. Eyvan dedin, sinəsində də var, hə? Mikrofona da, mikrofona. Yox, mən onun yıxılmağına düzü inanmıram. Başa düşürəm, burada vəkillərimiz işə çalışırlar ki, obyektiv baxsınlar. Yəni, subyektiv fikirləri bəlkə də başqa ola bilər. Amma obyektiv baxanda ki, sənət belə falan feşman... Heç kim götürmədi analiz, ekspertiz eləmək. Xeyr, gəldi. Hara getdin sən dünən? Deyək, 30-cu bölməyə. 30-cu bölməyə getdim. Gəldi bizim öyün içinə girdi. Baxmaq istəyirdim. Bağlayıb gedmişdi valide. Haçarla. O da girib baxalım. 30-cu bölməyə getdin. 30-cu bölməyə... Onlar da gəldilər. Bəli, getmişəm. İzahat aldılar səndən. İzahat evdə aldılar məndən. Evdə aldılar, bəli, afərin, hadisə yerində aldılar. Bəs orada demədilər bir həkim müayinəsindən get. Yox, heç bir şey demədi. Bir də ki, 100 şəl zəngiləmişdim mən. Gəldi. Bax, burada hadisə yerində, bax, bu görüntülərə baxın. Əlində indi küt alətdir, kəsici alət. Qoruyurdum özümüzə qarışdılar, gəlirlər. Amma bunu sərf eləyən tərəfdə çəkilənsin. Polisə zəng eləyir döyüləndən sonra. Polisə zəng eləyir, ona görə. Telefondan çəkirlər. Onlar hücuma gələndə o polisə zəng eləyir, onlar da hücuma gələndə... Yox, belə çəkəndilər, bunu içkini çəksinlər bir dəfə. Bunu içən yerdə çəksinlər. Özlərini çəkmirlər mən. Mən sizə bir şey deyim, mən bu Camalxan tərəfində deyiləm. Birinci gündən demişəm ki, Camalxan... Camalxan 5 qat onlardan artıq səhvdir. Çünki bir ailədə onun bir sözü ilə yerə deyirəm, mən bir də işlədirəm. O zaftasız yoxdur, sözü keçərli adam deyil bu ailədə. Sadəcə oyuncaqdır. Bunlar hamısı o gəlinin oyuncağıdır. İçi oğlu qarışır, çarvadı qarışır. Hamısı. Amma burada bəli demək. O gün burada az qalmışdı oturanda mənim gözümü çıxardırsan. Sən sakit ol. Az qal. Ne danışmadın? Mən burada deyirəm. Mənə göz süzdürürsən ki, ailəmdir, arvadımdır, nə bilim, ailəm. Ne oldu indi? Həmin ailə idi da. Gördünüz, aid millət. Mənə deyən ki, Fatimə ev dağıdır, nə bilim. Biz də bu, nə bilim, ağzımıza gələn yazırsınız, gic, bildiniz, bilmədiniz. Gördünüz ki, mən düz deyirəm. Mən onlar bir sual verim. Siz orada hücum eləyirsiniz, özünüzü qoruyursunuz, belə deyək. O polisə zəng eləyir. Xanım, mən sual verirəm, xahiş eləyirəm. Mən də sizə cavab verdim də, nə var? Mən ondan sual verirəm. Mən də sizə bayaq dedim, axı qoruyurum. Mən deyirəm ki, mən sual verirəm. Ay Saadət xanım, səsinizin tonunu niyə qaldırırsınız ki? Siz vəkilsiz, mən də sosial ekspertəm. Siz səsini ton qaldırdınız mı Fatimə xanıma? Xeyr, mən də yoldaşa sual verirəm. Fatimə xanım, bir dəqiqə sən dayan görək bu görün bunlara nə olub. İşgəncə verir. Sən başladı sual verməyə. Yox, siz nə oldu Fatimə xanım, nə xətrinizə dəydi? Saadət xanım, nə dedik ki? Mən yox, sual verirəm. Erməni. Sizdən qabaq Saadət xanım, mən danışırdım. Gözlədiniz, mən bitirdiniz, siz gözləmədiniz. Mən o ilə danışa-danışa. Müəllimə sual verdim, onlar ki, mən sual verim, dedi buyurun. Ondan sonra mən danışırdım, mənim danışımı bitəydi, ondan sonra verərdi sualınızı. Sizi bitirmənizi gözlədim. Siz o özünüzü müdafiə edirdiniz. Onda artıq sizi vurmuşdular ya yox? İndi də mikrofonu danışmır. Pay ata ona, lazım olanda mikrofon ağzından düşmür. Bəli, onda üstümə cumdular. Üstümə cumdular, qapı açıq idi. Pəncərə tərəfdən girdilər içəri, mənə şeylədilər. Artıq vurmuşdular sizi, siz ondan sonra hücuma gəldiniz. Amma Amil bəy, kadrlara baxsınız, şəxsin üzərində bir damcı da olsa qan yoxdur. Kadrlara bulurlamışam mən. Qana görə bulurlamışam, qana görə olmaz. Amma qan var idi. Yəni mən diqqətimi çəkdim, ona görə mən sizə orijinalını göstərərəm. Çünki orada biz bullurlamaq məcburiyyətindəyik bəzi hissələri yaxından olan, üzdən olanda. Buyurun Fatimə xanım, Saadət xanım deyib buyursun. Vəkilimiz danışan yerdə mən kiməm ki, buyursun. Sualını da versin, cavabını da alsın. Biz də nə vaxt zaman qalar, onda danışarıq. Əsas vəkildir. Vəkil, siz Saadət xanım nəsə dediniz xətrinə deymədi axı orada. Mikrofona deyin. Onun gözü qarşısında oldu. Mən sizə dedim, onlar sual verim. Sadəcə hansımız danışırıq, maşallah, xanım heç kimə imkan vermir. Amma növbə ilə. Siz 3 gündür burada ekspertsiz. Mən veriş açılandan burada ekspertəm. Hər bir dəfə kəs məni tanıyır və xarakterimi də bilirlər. Mən cümləmi bitirməməyim. Siz cümləni bitirdiniz, mən sonra Amil məndən icazə aldım, sualımı verin. Siz elə bir bitirmişdik, amma oldu bir anlaşılmazlıq olmasın. Mən üçün belə sərf edilir sizin bir-birinizdən belə danışmağa. Amma reallıqda da istəmərik ki, bu cür hallar olsun. Amma indi Camalxanın yanındasan deyəsən. Saadət xanımı tanıyıram, nə onun
işi barəsində məlumatım var ki, onunla nəsə bir qalmaqal yaradım. Mən tanıdığım adamla Gəlin mövzuya qayıdaq, əsas mövzuya. İndi yaxşı, mənə maraqlı, Tağı müəllim, götürün zəhmət olmasa, ekspertiza olunmalıdır yoxsa yox? Və hansı formada olmalıdır? Sual verin, bəlkə olub bilmir. Ekspertizasız BM rəy verirlər. Soruş bəlkə bilmir ekspertizanı rəyin. Sizi göndərdilər, ümumiyyət, təliqə verdilər, getdiniz həkimə, getdiniz ekspertiza. Heç sonra gedib eləməmişəm. Yox, sizi göndərmədilər, polisə getdiniz. Yox, 30-cu bölməyə getdim. Qardaş, belə şey olar. Polisə getmişsənsə, sənə necə təliqə verməyiblər ki, get ekspertizana get. Bir dənə ərzə yazdı, dedik 2 yerə qol çəkdi. Kim idi qanun pozuntusu ilə buradan başlayır. Əgər doğrudan elədirsə. Tədqiqatçı idi. Kim idi, adını bilmədin? Fikrimdən çıxıb valla. Mənə bildim bəs tədqiqatçıdır. Abi belə şey olur, cəmat alqanın içində gedir, ora göndərməyiblər ekspertiza. Deyirəm, bəlkə müstəntik falan da gəlib evə. Evə gələn də tədqiqatçı idi. Hə, evə gələn deyirəm də, ondan sonra mən də getdim ora. Mən sizə bir şey deyim, Fatıma xanım qəşəng fikirdir. Polis bezib bunlardan. O qədər belə şeylər olur. İndi mən də bir söz deyim, bu evi yandırma görüntüləri var. İndi təkrar eləməyə ehtiyac yoxdur. Biz 6-7 ay, 8 ay bundan öncəyə kimi. Elə onlar da dəqiqə başı polisə o görüntüləri verirlər. Deyirlər, bax evi yandırır. Polis indi neynəsin durub arxiv kosmosdan görüntülər açmayacaq ki. O polis o araşdırdı. Bəlkə mübahisəli ailə kimi qeyd ediblər sizi. Bəli. Çoxdan olunur. Mən bir siz nəyə dəşirə gəlirəm. Yəni, çox mədəni, belə genetikası təmiz olan, gözəl mədəni ailələrin bir dənə, 2 dənə uşaq olur. İbarətdir ki, deyil müqayisələri aydındır, səbirli olaraq çox xahiş edirəm. Yenə də baxın İlgiyə, amma məsələ onunla ibarətdir ki, sərbəst fikirdir, sərbəst fikirdir. Dağım əlindən işgəncə verirlər. Vecinə deyil, bax burada danışıram. Ay Camal xan da, belə eləyirsən, dəqiq səbirli ol da, xahiş edirəm. Çox mühüm məsələlər var, daha bir süjet var. Onu təqdim edəcəm. Siz söhbətinizi edin, problem deyil, valla. Mən təşəkkürlərimi bildirim. Azər Hüquq Mərkəzini göstərək zəhmət olmasa. Tamam, mən deyim mi Azər Hüquq Mərkəzini? Sən demə. Ya özün bilirsən də, deyim deməyim. Azər Hüquq Mərkəzi peşəkarların toplaşdığı bir məkandır. Artıq komanda sayı 11-ə çatıb bu Azər Hüquq Mərkəzində. İstənilən mövzularla bağlı onlayn bağlantı da edə bilərsiniz. Baxın əziz dostlar, bəzən hər şey 3 məhkəməni uduzmuşam. Bundan sonra nə işıq ucu, nə bilim qalibiyyət deməyin. Ola bilər bir sübut təqdim edə bilərsiniz. Dəfələrlə biz deyirik. Yenidə məhkəmə açıla bilər. Bunun üçün də yenə də Azər Hüquq Mərkəzinə müraciət edə bilərsiniz. Azər Hüquq Mərkəzi yay boyda fəaliyyət göstərəcək. Onlar qışda bir həftəlik var. Qardaş, nə qış, nə yay elə biz anlı fəaliyyətdəyik. Amir müəllim, çox üzr istəyirəm, sözü kəsirəm. Yay mövsümü ilə bağlı bir söhbət düşmüşkən. Cəmaatı böyür üstə qoyacaqsan. Valla sənin bu kampanyaların... İnanın ki, mənə çox saylı yazırlar, çox saylı müraciətlər olur ki, siz Tağı müəllimdən xahiş edin. İndi siz yay dediniz, mənim diqqətimdəydi. Mən artıq dərəcədə xahiş edirəm. Bu insanların mənə ünvanladığı suallardır, yazıqlardır. Tağı müəllimdən çox xahiş edirəm. Yay mövsümü ilə bağlı pulsuz kampaniya təşkil edəcək. Ümumi yay mövsümü ilə bağlı. Nəinki bir ay. Batırmaq istəyirlər. Nəinki bir ay, ümumi yay mövsümü ilə bağlı. Ümumi deməyək, gəl, mən razı olmaram. Çox xahiş edirəm. Sonra sponsor pulunu ala bilmirəm. Qulaq as, gəlin ayın birinə kimi deyək. Ayın birinə kimi da nə dəyişdi? Ayın birinə kimi pulsuz kampaniya eləyəkmi Tağı müəllim? Ayın birinə kimi. Mən belə baxıram, az təminatlı ailələr o qədər çoxdur ki, bu ayın birinə çatdırmaq olmayacaq. Mənə də çox yazırlar, açıq deyirəm də. Yəni, hətta gəlir, mən o səhnələri sizə danışsam, deyərsiniz ki, Tağı, elə sənin oradan aldığın hər sənə bəsdir. O qədər gəlib, Rüstəm, görürsən, bölgələrdən gəlirlər, yaşlı nənələrimiz olur, nəm digər belə deyək də, ahıl adamlar. Qucaqlayırlar məni ki, çox sağ ol, nə yaxşı ki, sən bunu elədin, biz gəldik, səni burada gördük. Kampaniyanın nə vaxta kimi? Deyir, bütün yayı olsun da, neyin? Sentyabrın 1-nə qədər pulsuz kampaniya. Bəli, sentyabrın 1-nə qədər. Sentyabrın 1-nə qədər alqışlayırıq. Şükür edirəm Tağı müəllim, çox sağ olun. Qəbul edənişsiz Azər Hüquq Mərkəzinə və salam, onda indidən zəng eləyin, hətta onlarla bağlı. Bir kəlmə olar. Bir dəqiqədə sponsor vaxtı da olmaz hələ.
Zahar doktorumuz da Lənkəranda olacaq bu şənbə. Ağrı həkimi, ağrı hissi keçirən hər kəs, əziz Lənkərlar və Astara, Lerik, Masallı və digər ətraf rayonların sakinləri Lənkəran Medikan Hospital klinikasında olacaq. Bakıda isə Kəpəz Hospitalda fəaliyyət göstərir. Ağrı hissi keçirən hər kəs. Doktorumuz yalandan müayinəyə gəlmir. Bax, bunu indən deyirəm. Oradaca əməliyyatını da edir. Çünki avadanlıqlarla gələcək elə ora. 055-524-0874 elə indi zəng edirsiniz. Ətraflı məlumat alırsınız. Alimə, köməkçisi qəbul edəcək. Bizim də salamlarımızı çatdırın Aliməyə. Geniş danışacağım birazdan. İndi qısa ara veririk. 2 süjetim var bu ailə ilə bağlı. 2 süjetim. Əslində, açıq deyək, Fatimə və digər Peymanın da bu məsələdə reaksiyaları bəlli idi. Fikirlər formalaşıb, deyəcəm hansı fikirlər. Amma Validə xanımın bir açıqlamasına diqqətlə baxmağınızı xahiş edəcəm qısa aradan sonra. Tez çıxar, tez də qayda. Amil Xəlilin araşdırması ilə yayımlanan Gəl Danış verilişi reklamlardan sonra davam edəcək. Verilişin sponsorları Azər Hüquq Mərkəzi, Hüquqi Xidmətlər Bürosu, Alqoloq Zaur İsmailov. Həyatınızı ağrılar yox, siz idarə edin. 070-653-48-69 və mənə Instagramda bəzən yazırsınız ki, ağrılarla bağlı. Valla mən doktor deyiləm. İndi verin nömrələri. Yenə də deyirəm, bu reklam deyilir. Sadəcə bizimlə əməkdaşlıq edir. Bir nəfər də tağı mənim önləndirəcək, amma qəbul ödəyişsiz daha. Bax, bunu da deyirəm xüsusi olaraq. İndi birazdan yenə də danışacaq. Camalxan bəylə bağlı nəsə deyəsən araşdırdınız reklam arası. Amma Afət telefonu qatıb bir-birinə. Deyir Afət. Afət nə demək istəyir? Qoşun mu efirə? Qoşun deyirlər. Qoşun yaxşı Rauf efirə. Afət də ki, o qaynananın afətindən. Gəlin onun bir daha açıqlamasını Rauf təqdim edin. Tamaşaçılar neçənci adamdır mənə yazır, baxa bilmədi həmin istəyə. Biraz səsinlə bağlı. Gəlin diqqətlə Afətin xəbərdarlığına bir gün əvvəl elədiyi xəbərdarlığa baxaq. Zəhmət olmasa. Niyə elə veribsə sən yemək? Lazım. Deyir, sən nə var? Allah kömək istəmirəm, onu da istəmirəm. Mənə bax, əgər 200 manat mənim uşağımın pulunu veribsə, sən onu kəsə bilməz. Əgər 100 manat verirsə, Allah'a halal qoşunur. Götür, lazım gəlmir. Mənim elimə də bir dənə çöp alınmırsan. Eşitdin, gəldim alsa, onu birbaşa atacaq pullayacaq. Bəs bunların barışığına nə deyirsən? Göstər Alipək. Mən əvvəldən buna bir necə olacaq onların vəziyyətim, mən oradan qol qoymuram. Özləri bilər. Kimdən qalacaq onlar? Kimdən qalacaq? Sən də artıq da yaxın gəlməyəcək. Yox, sən qaynananın tərəfində idin də deyildin. Mən də tərəfində idim. O gəldi barışdılar, Amin müəllim, məsələ. Barışdılar, getdim, dedim ki, yazıqdır, küçələrdə qalır. Getdim, götürdüm öz maşını da taksi ilə, vurdum taksiyə, getdim. Getdim, qoydum, dedim, içməyəsə, yalvardı ki, qurbanın başına dönüm, bir qələt elədim, ora çıxdım. Dedim, çıxdım, yaxşı elədim. Mənim uşağımı biabır elədi. Dedi ki, içmirəm. Mən gəldim işə, yoldaşım gəldi, uşaqlar dedi ki, babam içir. O içkini atmayacaq. İçkidir, yaxşı elib içir. Gəl gör, mənim pilləkəmlə yuxarı qalxmış olsa, Amin mənim. Mən onların ikisini neynəyəcəm, mən qadınlığımı mən qoymayacam, mən biabır olmuşam. Bu da deyirəm üzünə bax, deyirəm bu boyda millətin içində. Atolanı var, yaxın durmuş olsa, sən də atonla bir yerdə çıxarsan. Gözmüşəm də, mən nə qədər yaşayım. Mənim uşağım nə qədər qorxu Valla, başımıza getmədi, Amil müəllim, qalma. Nə qədər yaşayım? Abət onu tutur, yaxşı tutur, kesin yaşayım. Bu atasının əlaqə saxlamaz. Yox, indi gedirəm hamısını, sizin yanınızda bax, deyirəm, kişi kimi də desin. Bütün hamısını bloka atacam, qohum əqərim. Mən nətər, sən də el olasın. Eşitində yoldaşın demək. Bloka atacam hamısını, onlardan bir kəlmədə zəng gəlir. Kəsəcəksən mi ananın, atanın əlaqəni? Valla, onların, anamı demirəm, ancaq atamın çox şərəfsiz deyil. Anası, Amin müəllim, anası da əsrət edəcəm. Deyir, ananla da əlaqəni. Anasıyla əlaqəni də Bir şey ki, mənim uşağıma Allah kömək olsun, yardım edirsiniz. O getib o əllərini alırlar ki, pulu vermirsiniz. Mən kişi qızı kimi də deyirəm də arxamdadır. Anasının atasını tutmuş olsa sizin yanınızdadır. Mən uşaqlarımı götürüb space kanalına tutacam. Bir dənə hökumətdən arzumdur ki, mənə bir otaq verəcək, balalarımı yığacaq. Geçsin o atası o dənə. Atasının anasını tutmuş olmuş olsa, onların zənglərini qəbul eləsə, Amin mən. Mən sənə deyirəm, 2 gün vaxt verirəm. Gələcəm, stüdiyaya çıxacam. Sən də qəbul edirsən. Bəli, düz deyir. Qəbul edir, Amin müəllim ailəsini eləyəcək. Eləməyəcək, o anası, o da atası. Gedəcəm, hökumətə də verəcəm. Əlim hara çatacaq, verəcəm o torpağın yazısını. Aydındır, bax, belə bir xəbərdarlıq dedi ki, əgər o anasının, atası ilə danışarsa, bizə maraqlıdır, ay Camalxan dayı. Buradan gedəndən sonra Ariflə danışığın oldu mu? Daviyə kimi. Mən danışmamışam oyuna sözündə olsun ki, Amin müəllim. Yoldaşımla danışıb, deyib ki,
gəlsin də 15 manat arvaddan pul alıblar, o Qızımgildən, Əhməddən gətirib ki. Bax, indi Allah tərəfi danışaq, o pullar və bu yardımlar gələnlər ətlərə kimi, uşaqlara qal. Sən niyə o 200 manatı vermədin ona? Kim verməyib ki? Verir. Mən telefonda eşitdim, dedin ki, 100'üm gəl götür, 100'ünü də verirəm sənə. Xeyr, mən dedim ki... Telefonla danışırlar, mənim yanımda danışırlar səndən. Dedim anondu. Dedim anondu. Heç olmasa biz bazarlıq biz də eləyək. Elə dedin. Elə demişəm mən. Bazarlıq da eləyik. Yox. Eləsi gəlsin, elə vəbşə gəlmə. Bu ailə deyir, balıq başdan elənir. Bu ailə bu kişinin öz səhlənkarlığını, kişinin özünün normal evdə ailə başçısı olmamağından yaranıb ki, bu il ailədə oğlan, qız, övlad, nəvə, hamısı buna qarşıdır. Yəni, əslində kişi, bu Camalxan özü heç belə yaxşı adam deyil. Camalxan özü mənfi obrazdır ki, bunun ailəsi bu vəziyyətdədir. Camalxan zamanında ailəsinə baxmayıb, zamanında uşaqlarına baxmayıb, içki düşkün olub, ona görə də evdə sözü keçərsiz olub. Bu hamısı olub. Amma pis atadır, tamamilə pis insandır. Amma bu ona dəlalət eləmir ki, kimsə bir insana qarşı bu zorakılığı göstərsin. Fatimə xanım sözdən bir əlavə eləmək istəyirəm. Cavanlıqda elədiyimiz səhvlərə görə biz yaşlandıqda çox əziyyət çəkirik də bilirsiniz. Xüsusən də bu ailəni quranda təməli doğru qurmuruqsa. Ya cavanlığımızda açdığımız süfrənin yaşlılığında kənarında otururuq. Onu 3 dəfə deyişdirəm səndən. Həmişə o sözü deyirəm. Bu analar sözüdür, atalar sözünə əlavə olmuş. Bu Fatimələr sözüdür. Allah rəhmət eylesin Cavanşir müəllimə. Həmişə ondan çıxırdı belə sözlər. Deməli, mən ümumiyyətlə heç vaxt arzulamaram bir Azərbaycan kişisi gəlib burada bu vəziyyətdə, alqana boyanmış vəziyyətdə, özü də öz ailəsi tərəfindən. İnanırsınızmı onun döyülməyinə? Mən inanıram. Afət, hər vaxtın xeyir olsun. Dəqiqdir. Özümün qabağında buradakı rəftarlardan görmüşdüm mən. Afət. Alo. Televizordan baxır. Afət xanım. Bəli, eşidirəm. Hər vaxtınız xeyir olsun. Hər vaxtın xeyir. Afət, nə baş verib axşam? Amin, mən də. Eşidirsiniz də, nə deyirəm. Mən sizin studiyamıza da gəldim, sözümü də dedim. Oradakı qonaqlarda salamlayıram. Əleykum salam. İndi gözləyəcək. Bəli, eşidirəm. Afət. Amin, mənim. Bəli, buyur. Nə baş verib axşam? Amin, mənim. Eşidirsiniz də. Amin, mənim. Sözünüz bilirsiniz ki, mənim uşağım biraz başı işdədir, polisdədir. Uşağımın işi polisdə gedibdir. Amin, mənim. Sizdən bir dənə xahiş edirəm ki, dəqiqəsindən sözümün düzünü deyirəm ki, bunu gecə balızım birdən gəlsin. Biz mənə yalvardı, yapışdı ki, qələt eləmişəm, belə, siz də bağışlayın. Söyüncülərini, ərsanlar... Qaynata sənə dedi də bunu ki, qələt eləmişəm, bir daha bu səhvləri eləməyəcəm. Bəli, mən dostum ağladım, yoldaşım yanında. Yoldaşım dedi, qəbul eləmir. Arifə yalvardım, yapışdım, elədim, Amil müəllim. Ki, yazdıqdır, ev yox, bu səfəri keçsin, gəlsin. Amil müəllim 2 gün qaldı, nə səsimiz var idi, nə sorağımız var idi, nə getmirdim, nə gəlmirdim, uşaqlarımı da qoymurdum. Biz dünən axşam işdən gələndən sonra gəldi, gördü, söz-söhbət var həyətdə. Gördü, arvadı əlini alıb bıçağı, arvadın cumuz, uşaqlar da həyətdə oynuyordular. Gözün içine. Bəyən Amil mənim. Buyur. Buyur. Qaynatan idi, buyur. Hətta gücdən xoda salırıq da, bir dəqiqə dayanda. Ay, Afət, davam elə. Hə, dedik ki, Amil mənim, uşaqlar həyətdə futbolu oynuyordular. Mən də təzə işdən gəlmişdim ki, saat 9-10 oldu. Hə. Setində deyil, set yoxdur. Babam bıçağı götürüb, nənəmin üstə düşüb. Biz daha getmədim, nə Arifə qoyduğunu, nə bir şey elədim. Amil mənim, sizdən xahiş, mən dəqiqəsindən sözüm nə var, mən onu deyirəm. Dedə, nə oldu, nə baş verdi, niyə baş dava oldu? Amil mənim, qapını bağladı, arvad qapını açanda, bunun qapısında dəmir var idi. Qapını açıb, qapını örtəndə, bunun burnunun hissəsidir, nə idisə, biz bilmirdik bundan qan gedibsə, Amil mənim. Arvad qapını örtəndə buna demək dəyişdi. Arvadın da xəbəri olmuşdu ki, qanı tökülüb bunu. Gəldi evin ortasında belə çığırdı, Amil mənim. Ayıldım. Qısqısan bıçağı götürdü, qapıları bağladı, Amil mənim. Şəkili də açmışam sizə. İndi Afət, xəttə ol, mən səni qoşacam. Bir alın xəttdən, alın qoşacam. Baxın, burada bir yalan çıxır ortaya. Bayaq qaynana nə dedi? Mən dedim ki, sən qapını bağladın, getdin, deyir, hə, ona getdim, gəldim, gördüm, dava olub. Yox, bilirdim, mübahisə
olacaq. Mübahisə olacağını hiss eləmişdim. Mübahisə olacaq deyə mən dedim qapını arxadan bağla. Nə bilirdim? Mən inanmadım bu sözə. Yalan idi dəqiq. Çünki kişi ona görə burada otura bilmirdi. Kənətlər taxta soxublar deyir mənim. Taxta labatkanız dəstək. Ki bir dənə burasına taxta dəyib. Afət xanımın dediyinə inandıq. Və dəyərli vəkillərimizin də dediyinə inandıq ki, burasına nəsə dəyib. Aysa, yəni nəsə dəyib. Deyəlim ki, bu insan eləyibdə nəsə dəyib. Ayağı sürüşüb hala dəyib. Bəs bunun bədənindəkilər... Hər Tağım əlli. Nə Zadət xanım, nə də mən demədim ki, onu ağac dəyib. Biz dedik ki, ekspertizən rəyi olmasa, biz bunu deyə bilmərik. Baxın, dəfələr olub bizim Amil müəllimin verilişlərində olubdur ki, biz veriliş başlayıb hansısa bir hadisə ilə bağlı fikir söylə-söylə gəlmişik. Axırda elə bir dəyişkən olub, situasiya yaranıb ki, bütün bizim danışdıqlarımız hamısı qalıb bir kənarda, həqiqət başqa şey çıxıb. Ona görə də biz vəkil olaraq bizim üzərimizə böyük bir məsuliyyət var. Yəni biz fikirlərimizi istədiyimiz kimi bildirə bilmərik. Bizim gərək əlimizdə hər hansı bir sübut olsun, ondan sonra biz rəy bildirək, fikir bildirək. Biz hər bildirdiyimiz fikrə görə məsuliyyət daşıyırıq. Ona görə də o adamın xəsarətləri ilə bağlı əgər ekspertiza rəyi yoxdursa, mən ona deyə bilmərəm ki, o döyülüb. Mən başa düşürəm. Niyə yoxdur? Ekspertiza niyə yoxdur? İndi biz bilmirik də. İndi Tağım müəllim dedi ki, orada ekspertiza olmalı idi. Ola bilsin göndəriblər, ola bilsin hələ cavab yoxdur, ola bilsin bilmirəm də, dəqiq bilmirəm. Bir nəfərin sözündən mən rəy verə bilmərəm. Ekspertiza rəyi yoxdursa, hörmətli vəkil. Baxın, ekspertiza rəyi bir gün içində olmur. Hadisə dünən olubsa, onun dünəndən onun xəsarətləri müayinə keçibsə, onun ekspertiza rəyi ola bilsin ki, dünən bazar günü idi. Çıxdığınız proseslərdə, düzüm iştirak elədiyiniz proseslərdə boşluqlar, türklər demişik, yaxalayıb, boşluqlar tutursunuz ki, görüm qarşı tərəfin fikirləri nədir də, düzümü istintaq dövründə. Siz iki şəxs bura efirə qoşuldu. İki şəxsin danışığında evin içində olan hadisədir. Hər ikisi də evin içində yaşayır. Tərs mütənasibliyi şahid olmadınız. Mən çox şeyi başa düşə bilərəm. Mən daxilən, bax bu hadisəyə baxıram, görürəm. Bilirəm nələr baş verir. Amma mən öz fikrimi bildirə bilmərəm. Nə qədər ki, bu dövlət orqanları tərəfindən sübuta yetirilməyibsə, mən onun əksini deyə bilməm. Mən sizə demirəm, döyülmə faktına rəy verin. Ekspert deyilsiniz, vəkilsiniz. Mən bu tərəfin qoydum kənara. Onu qeyd elədiniz ki, mən ona rəy verə bilmərəm. O ekspertiz yanışıdır. Yaxşı, şəxsin verdiyi ifadəyə, axı siz bir vəkilsiniz, hüquqşünassınız. Ona fikir bildirə bilərsiniz ki, sizin bayaqları qaynananız filan sözü dedi. Siz bu sözü dediniz. Siz evin içində bu hal necə tərs mütənasiblik yaranıb? Buna fikir bildirə bilərsiniz ki, əhali də, bizi izləyən ekran qarşısındakı insanlar da mariflənsinlər. Biz bir növ istintaqın gedişatına köməkli etmiş olarsınız. Baxın, yəni onun səhvlərini tutsana. Biz şəxslərin verdiyi, danışdığı sözlərdə ziddiyyətləri tapıb və həmən şəxsin o ziddiyyətlərin anladılması, suallarımıza cavab verilməsini tələb edə bilərik ki, bax, sən bayaq danışdığınla indi dediklərin arasında ziddiyyət var. Bu ziddiyyət nə ilə bağlıdır? Bəli. Və yaxud da ki, bir tərəfin, o birisi tərəfindən arasında olan söhbətlərdə və yaxud da ayrı-ayrı söhbətlərdə olan ziddiyyətlə bağlı biz ona sual verə bilərik. Amma şəxsə deyə bilmərik ki, sən yalansan və yaxud sən düzsən. Bu qurma şeylərdir. Ay Camal xan da, bədənindəki izləri mən göstərmək istəyirəm əslində. Yox, əməli görünürmü? Yəni, biz bilək bədənində nə tər bu adam yaxşı sinələrin? Qollarında var, dizimdə var. Orada bir baxaq da sənə nə olar? Mən əmin olmaq istəyirəm. Baxın, bizim təcrübəmizdə, indi hörmətli kolleqam onu mənə dəstəkləyəcək. Dəfələrlə olubdur ki, xanım gəlir bizim yanımıza ki, ərim məni döyüb. Baxırsan ki, qanı da var, xəsarət də var. Amma ekspert əri deyir ki, özü-özünə yetirib. Başını divara vurub, saçını yolub, paltarını cırıb, üstümə yıxır. Ekspertiza deyir ki, baxsan adam, qadına baxsan ki, al qanın içindədir. Amma ekspertiza deyir ki, burada özü-özünə yetirilib. Dəfələrlə olub, belə şərləmələr ki, mən demirəm, bu hala aid deyil. Mən dediklərim buna aid deyil. Başqan, mənim başıma... Bu sizə aid deyil. Ağsaqqal, bu sizə aid deyil. Mən ümumilikdə təcrübəmdən danışıram. Ona görə də nə qədər ki, burada ekspertiza rəyi yoxdursa, bizim vəkil olaraq söz bildirməyimiz sabah bizim üçün məsuliyyət yarada bilər. Aydındır. Validə xanım. Ay Validə xanım. Eşidirəm. Siz gəlin başqa cür müsahibə verdiniz, siz başqa cür əslində. Müəllim, bir dənə olar, nə eşidir? O tədqiqatçı 30-cu bölmədə Sənan müəllim var, Sənan müəllim deyir ki, səhər mən ona dedim ki,
Orada su salmışlar ora. Mən dedim ki, gəl gidə səni ekspertizadan keçirdim. Qaçdı getdi deyir, o adamda çatmır. Deyir, o adamda çatmır, ay canım. Vallahi o adamın başı deyir, muazzam. O adamda çatmır deyir. Mən ona dedim, nəyə görə gəlir? Deyir ki... Verilişdən sonra Peyman, məşğul olaq geçsin ekspertizaya. Polislər mənə aparıb... Ona nə pul? Ona pula lazım, ekspertiza pulsuzdur. Həll eləyər, mən verərəm yol pulu. Köynəklə verərəm sənə. Köynəklərin gətirib kamerlərini düzmüş otalar. Dedi, mən ona deyirəm, gəl gələk səni müalicə eləyək, ekspert verək. Valida xanım, yaxşı, bax, gəlin, sən başqa cür dedin. Gəlin başqa cür. Bir xanım olaraq 50 illik yoldaşındır. Necə dözdün ona o hücumlar olunanda? Amil müəllim, daha yaşlaşmışam, səbrim çatmır, dözmüşəm. Çox zülümlər çəkmişəm, dözə bilmirəm. Mən ona gəldim. O adamı yiyir, kimin danışmağına baxma gör. Apıyorum biridir o. Mən onunla barışdım. O tələrini bunlar qurub da hamısı. Valida xanım, sən bilirdin. Sən çünki bayaq dedin ki, mən ona dedim ki, qapını bağla, hücum zad eləyərlər. Deməli, sən... Bıçağı götürüb, Amin bıçağı götürüb olaraq... Sən dedin ki, Valida xanım, dedin ki, mən ona dedim, ayaq yoluna girəndə qapını bağla, sənə hücum olar. Biraz əvvəl dediyin açıqlamada. Biraz əvvəl dedin. Deməli, sən bilirdin ki... Əlində bıçaq var, cumur olar. Ay başıma dönüm, hələ onda bıçaq yox idi də, sən özün dedin ki, dedim sənə hücum onlar. Yaxşı, sən bu ayaq yolunda Allah'a açıq etməsin, üzr istəyirəm böyüklərdən. Sən gəlib səsküyə yaxınlaşmırsan ki, qorxdum, yaxınlaşa bilmədim. Qətiyyən girmədi içəri bu. Yoxa çıxdı bu. Mən neynim? Ki, o həmin oyunda bu adam iştirakçı idi. Əsas iştirakçı Valida xanım. Əsas iştirakçı siz idi. Siz bura məqsəd yönlü gəlmişdi. İstəyirlər ki, kişinin ürək partlasını ölsün də, yəni, bax, ürək partlasını. Konkretməyi öldürmək istəyirlərdi. Bunların fikri o idi. Ya yandırmaq, ya öldürmək idi bunlar. Yo, ürəyi partlasın, var da xanmalıq xəttəni. Mən bayaq dedim. Və xalq yanına yıxıb... Mən o sözü deyirəm, bir də təkrar olmasın deyən deyirəm. Onlar Məhəbbət xanımı tanıyırdılar və Məhəbbət xanımın qorxusundan gəldilər bura. Vəssalam. Çünki Məhəbbət xanım dedi ki, hər bir şey alacaq. Ona deyiblər ki, buraya niyə çıxmısan? Hələ Məhəbbət xanıma kimi ona qarşı şiddət o idi ki, niyə sən cəmaata dedin 14 yaşlı uşağın qızı qaçırdım. Odur söhbət, heç Məhəbbət xanım məsələsi deyil. Və sonra da niyə gəlib buna apardılar? Və o zaman bu şikayətçi olmayacaqdı, sən bilmədiyin şeylər var. Onların kini 14 yaşlı qızı məsələsi idi. Gəldi ki, məktubu göndərməyin. Dedim, niyə dedi, barışıq olacaq sabah. Belə olub məsələ. Yəni, bu adam özü də bilir, Valida xanım da bilir, yalan deyirəm desin. Bunlar gəlmişdilər ki, Nazirliyə bu 14 yaşlı uşaqla bağlı məktub getməsin. Sizdən xahiş edirəm, göndərin getsin. Göndərin getsin. Artıq dərəcədə sizdən xahiş edirəm, Amil müəllim. O əgər baş vermiş cinayətdirsə, onu efir vasitəsilə deyilibsə, istənilən halda ictimailəşəndə... Reaksiya gəlib, bina polisindən gəlmişdir. Yox, onlar o məlumatın əsasında reaksiya verirlər. Yəni, heç onu ərizə yazmağa ehtiyac yox. Və qızın dünyaya uşaq gətirməyə gözlərilir. Yaşında qız uşaq dünyaya gətirəcək. Bu dəhşətdir. Və biz buna susa bilmərik. İndi, bəli. Birbaşa Cinayət Məcəlləsinin 152-ci maddəsinin tərkibi var bu işdə. Çünki 16 yaşa qədər çatmış şəxslə, əgər ər-arvad münasibəti varsa, yəni belə bir münasibət varsa, avtomatik cinayətçi olur, daha doğrusu cinayət əməlidir sayılır və ona görə də 3 il azadlıqdan məhrum etmə cəzası var. Orada hər hansısa bir pul cəriməsi falan belə bir şey də yoxdur. Yəni, gəlin o Valida xanımın verişdən sonraki o açıqlamasına baxın diqqətlə. Görün o, mən o süjeti indi gözümün önünə gətirirəm. Deməli, doğrudan da burada bir plan var imiş. İkili pəncərəmizdə bir təqdim edəcək. Bu studiyada çəkildi, efirdən sonra baxaq. Əlli ailə qurmuşam. Heç vaxt istəmirəm ki, aləmdə bir problem olsun. İndi hər bir ailədə problem gələnir də. Əybi yox, hamısını baxışlayıram. 50 ildir ailəliyi mən heç vaxt dağıtmıram. Ömrümün axırınacan söz verirəm ki, aləmlə birlikdə yaşayacam. Nəvələrim, oğlum, heç birdən bir problem yoxdur. Hamısı yaxşıdır, öz qaydasındadır. Xahiş edirəm sizdən, hamı məni eşitsin, bir ana kimi. Mən balalarımın hamısını çox istəyirəm, aləmi də çox istəyirəm, heç vaxt aləmi də dağdan deyir. Üzr istəyirəm hamımızdan. Məndə bir problem olmayacaq və oğlumu da çox istəyirəm. Nəvələrimi də, yoldaşımı da, aləmi mən dağılmaram ömür boyu. Boşanmaram, nə də o məndən boşanmış. İndi olub da ailədə Allah nəhləş etsinlər. Bu yaşımıza bizdən yarışan şeydir bu. Yazığım gəldi Camalxan bəy, həqiqətən də. Verilişdən sonra belə sevinə-sevinə açıqlama verdi. Heç kəsə yazığın gəlməsin, Camalxana heç gəlməsin yazığın. Hər kəs öz qazdığı quyuya düşür. Tağı mən üzr istədi orada, onun xarakterin bir... Valla mən
Fatimə xanımla bu məsələdə o qədər razıyam ki, çünki bütün təcrübələr onu göstərir ki, hər kəs özünün tökdüyü, aşına tökdüyünü qaşığına çıxardır. Yəni bu dəqiqdir. Adam əvvəldən məsuliyyət, ümumiyyətlə kişi olmaq bilirsiniz nə qədər çətindir. Məsuliyyət götürmək lazımdır üzəri və ailəvi qoruyacaqsan, ailəvi təmin eləyəcəksən, ailəvin tərbiyəsi ilə məşğul olacaqsan. Adamlar var, bunu eləməyə can çəkir. Fikirləşir ki, yox, gedim dostlarımla görüşüm, biraz bilyard oynayım, sonra gələrəm. Nə olar, elə avtomatik buraxım qoy, ailədə öz-özünə qəşəng düzələcək. Belə şey yoxdur. Doğrudan da kişi olmaq üçün adam məsuliyyətsizliyin bu dəqiqə ağrısını çəkir. Amma kim ki məsuliyyətli olub, həyat yoldaşına nəzarət eləyir, uşaqlarına nəzarət eləyir, aclıqları ilə, susuzluqları ilə, tərbiyələri ilə məşğul olursa, vallahi onun ailəsində ömür boyu belə şey ola bilməz. Mümkün deyil. Çünki artıq onların nəfəsindən hiss edir ki, bu nə demək istəyir. Amma bu adam başlı-başına buraxıb, indi heç kimə lazım deyil, inciməsin, buradan deyirəm. Çünki pul gətirməyən artıq kişi birisi də necə, hansı statusda olur evdə. Xüsusən də indi müəyyən xərcləri də var, içki və digər xərclər var. Ailənin gözündən hörmətdən düşüb, pul da gətirməyəndən sonra təbii ki, onu döyəcəklər də, söyləyəcəklər də. Yəni, bu adam, üzrüstəm, artıq bir adamdır. Fikirləşirlər, bu nə vaxt öləcək ki, bunun heç olmasa adına olan əmlak keçsin bizim adımıza. O gün Məhəbbət xanım deyəndə gərək adam razılaşıydı. Sadəcə, baxın, sən yaşın 70-ə yaxın deyəsən, artıq. Ay, sağ ol. Vallahi billahi adam var 50 yaşında bütün nəsli ağsaqqallıq edir. Adam var 45 yaşında bütün nəsli ağsaqqallıq edir. Həqiqətən də ondan 10 yaş, 20 yaş böyük kişilər gəlib ki, sən mənim böyük qardaşımsan, belə deyirlər. Böyük qardaş birisi də cavan oğlanlara da deyirlər. İndi o birisi aləmdə birisi də elədir. Çünki böyüklük eləməyi bacarır. Adam 70 yaş var, heç kimə böyüklük eləyə bilmir. Qutardı, getdi. Tağı müəllim, heç kim qarant durmur ki, onun övladı gələcəkdə ailə quracaq, naxələf övladı olacaq və gedəcək bir gəlini alacaq, evin bütün estafeti verəcək gəlinin elə də olacaq da. O necə qarant verə bilərdi? Bu deyəlim pis atadır. Bəs ay oğul, sən gətirdiyin o həyat yoldaşıva deyə bilmirsən ki, ya pis, yaxşı mənim atamdır. Oğul hardan atanın tərbiyəsini görüb ki, onu desin? Bu pis, yaxşı mənim atamdır, bu ahıl çağıdır da, bu 5 ildən sonra ölüb gedənin biridir. Çox adamın səhv salır, elə bir ki, yaxşı kişinin mütləq yaxşı oğlu olmalıdır, elə də olmur. Görün nə deyirəm. Uşağı formalaşdıran ya genetik qandan gələn tərbiyədir, 50% dillərdə ən azından. Bir də çöl, ətraf mühitdir. Kimin uşağı, ola bilsin ki, bir dənə qorxaq kişinin uşağı görürsən ki, maşallah, canavar kimi oğlandır, gedir belə pismasın, qəhrəmanlıq da göstərir. Deyirsən, bunun atası qorxaq adamdır da, bu necə oldu belə? Çünki uşaq çöldə böyüyüb. Çünki uşaq çöldə ondan bundan gördüyünü götürüb. Çünki uşaq dayının, əminin yanında böyüyüb. Başqa şeylər öyrənib, atanın yanında az olub. Amma indi bu kişi normal dediyim kimi bir şəxsiyyət olsaydı, bunun yanında uşaq böyüsəydi, ömür boyu elə şey eləməzdi. Sadəcə deyirəm də, zəif adam olub, içkidən başqa bunun məşğul olduğu iş olmayıb və ondan qutardı. Uşaq da orada-burada üzrüstəm, axmaq adamlarla oturub durub, qutardı, getdi də. Biz niyə deyirik ki, 4 alimlə oturub dursan, 5-ci sən olacaqsan, 4 narkomanla oturub dursan, 5-ci sən. Həmin şeydir, qardaş. Bu niyə arvadından qorxmurdu? Görsən ki, oğul gəldi, başqa cür çıxdı. Deyirəm ki, oğul başqa tərbiyəni alıb, çünki bunun boşluğudur. Ay qardaş, yenə bu deyib ki, arvaddan qorxmur. Nə bilirsən, arvaddan qorxma bu. Üz üstədir cəmaatın qabağı. Bu özünə, ailəsini dağıtmamağa görə yaxşı sən Allah, istir ailən yox, bir dəqiqə gözlə. Artıq onun 70 yaşı var, sən ona nə gözləyirsən? Sən nədir, bu tək arvadından yox, gəlinindən də qorxur. Bəs deyirəm ki, onu ora vadar eləyən gəlinə oğul olub. Oğul gətirib atanı verir gəlinin ayağına. Sən sözüm yoxdur, sən kim alim oğlan, sən elə belə oğlan dörsün. Oğlun səhvdir də, neyin gəlinin? Bu kişidən sən nəni bunu götürə bilərsən, deyirsən ki, arvadın zəif adamdır da, zəif adamdır. Oğludur zəif, bu yox. Onu deyir, Azərbaycan dilində danışır ki, kişi də zəifdir. Oğludur zəif. Bilmirsən, Peyman müəllim. Qardaş, oğul. Ana dilimizdə deyir, birləşmirsən ki, nə deyirsən? Oğul ki, ananı, atanı gəlinin ayağına verirsə, deməli, oğlun problemidir. 8 uşağın alimenti bizə də verilir. Hamı bunu eləyər. 8 uşağın alimenti elə bir ömür ölüm deməkdir. Dəhşətdir. 8 uşağın alimenti ödəmək var. Doğru da bundan götürüb. Deyə bilsən, bu elə ailə. O tərbiyəni mən atamdan götürmüşəm ki, mən arvaddan qorxuram. Elə şey olar. Onun genetikasında var bu şey. Tağı müəllim dedi, Peyman savadsızdır. Yəni, belə çıxdı onun cümləsi, biləsiniz. Peyman savadlıdır, yox. Ay, qardaş, sənə bir dənə söz deyim, adam hazır hüquqşünasdır. Yəni, bu dəqiqə mən sizə bir şey deyim.
Hər jurnalistdə mən onu görməmişəm. Əslində indi Tağı müəllim sözünü fırladı, təhrif eləyir. Amma ki, əslində... Fırlatmıram, sən haqsızsan mən deyən məsələdə. Niyə? Amma mən sənə... Sən bu günləri qərar verə bilməzsin ki, sənin oğlun böyüyəcək, sabah gedəcək, sən deyən kimi ata olmalıdır. Bravo Peyman müəllim. Elə bir dünya yoxdur. Elə bir dünya yoxdur, qardaş. Mənim övladım böyüyüb, mənim kimi ola bilmə, ola bilsin. İndi zamanə dəyişir, Avropaya inteqrasiya eləyirlər. Sən dediyin o kişilər... Özbəkistan istəyir, Sən dediyin kişilər qaldı o bizim vaxtımıza. Qardaş, indidən danış. Ona Avropa demə. İndidən danış. Avropa desə uzaqbaşı Gürcistan denən. Qulaq as, bir dəqiqə. Yəni deyirəm, əgər Avropa istəyirsənsə, qardaş görsən də onların vəziyyətini. Onda da nə deyirsən, nəyə təbliğ edirsən? Aydındır. Mənim getirdiyim uşaq əzizim Avropanın tərbiyəsini almır və şükür Allaha ki, elə uşaqlardan deyir. Vəssalam. Aydındır. Kim özünə indi necə idarə edəcək? Deməli, bir gün Tağı müəllimlə yol yoldaşı oluruq. Bir uşağına irad bildirdi. Deyirəm ki, nə oldu? Deyir, ona demişəm ki, barmaqların belə-belə eləməsin falan. Gör, ona kimi nəzarət edir adam. Yəni ki, deyir, eləmə. Yəni, bir oğlan uşağı gedirsə, baxırsan ki, indi 15-16 yaşı var da. Əgər pis çıxır da. Yəni o ailəsində olur. Kişinin kişi jest olur əl davranışında belə. Misal üçün, bizdə bəzi aparıcılar var, belə eləyir. Qadın davranışıdır və yaxud əlləri... İndi gəl olan pullarına bax da. Hə, olan pullarına bax. Yəni, indi o qadın jestidir də, qardaş. Bunu valideyn görür, dost görür, tanış görürsə, deməlidir ki, buna da... Gəl onların indi ətrafına bax da, sən gör kimlərdir onların ətrafında. Mənim ətrafında olana bax, mənim ətrafındakı budur. Allah ümidinə yaşayır. Yeri gəlmişkən, burada bizim Ruslan var, bizim deyəndə qəhrəmanlarımızdan da bilirsiniz ki, 2 il əvvəl də burada olmuşdu. O məsuməni itirmişdi, məsuməni tapmışdıq və indi buradadır. Onun da yanında oturan Məsumənin birinci həyat yoldaşıdır. Bəli, bir 10 gün bundan öncə axtarışı ikisi bir yerdə başladılar ki, çünki ondan uşağı var. Bu da onun xalası qızıdır. Deyir, həm yoldaşım da həm xalam qızı axtarmalıyam. Elə oldu, Məsumə Siyəzəndən tapıldı. Əslində isə böyük bir iddia gəldi ki, uşağı da uşaq evinə veriblər. Yenə deyirəm, Məsumə Ruslanın xalası qızıdır, indiki həyat yoldaşıdır. Onun adı nə idi? Süleyman isə Məsumənin birinci yoldaşıdır. O da başqa bir iddia ilə gəlib. Bugün çox mühüm məsələləri eşitdim mən. Gələnimiz var. Mən çox yaşlı adam, 2 kişinin ikisi də ayağa durdu. Ola hörmət edirlər ona. Oyda, ikisi də ayağa durdu. Məsumə studiyamızdadır. Əyləş Məsumə, təşəkkür edirəm. Mən özüm almışdıram sən ki, gəldin bura. Minnətdarım. Keç əyləş Məsumə. Gəl sənə kömək eləyim, əyləş. Xoş gördük səni. Məsumə bizim Məsumədir. 2 il əvvəl də itirmişdim, tapmışdım. İndi də yenə itirmişdim. Yenə tapdım. Mikrofon verəcəm Axan dayı Məsuməyə. Örgədərsən, sən neynəmsən bu kişilər? Bəli, fərəqət. Onu bir qadınlara onun sirrini örgək ki, sən neynəmsən ki, Məsumə gözəl insandır. Əslində Məsumənin ürəyi təmizdir. Mən Məsumə haqqında sizə bir-iki məlumat verim. Çox təmiz qəlbli qızdır. O mənə telefonda da dedi, verişdən sonra da Kamil müəllim bezdim. Artıq mən bunların davasından, o gəlir uşaqla bağlı, bu gəlir evimlə bağlı, onunla var bir evi var. Elə onsuz da qırğındır. Deyir, bir misal var, pisdə çıxsa, ayının 1000 oyunu var, bir almırdı üstündə. İndi bu yazıq qızında bir övladı var, aparıb onun internat evinə qoyub. Neynəsin, özünün psixoloji gərginliyi də var. Lakin Süleyman da deyir ki, mən baxmaq istəyirəm də, versin mən baxım, geri gəlsin. Sən qoyumsan. İndi mən siz bir mikrofonla idarə eləyin, sizinkinizin. İndi məsələ nədir? Məsumə ilə bir danışım. Xoş gəldin Məsumə. Çox sağ olun, Aminəm, təşəkkür edirəm. Otur, necəsən? Çox sağ olun, yaxşıyam, Allah köməyiniz olsun. Təşəkkür edirəm. Siyəzəndəydin. Bəli, ekspertlərinizə salamlayıram və hamınızı salamlayıram. Xanımın evində necə baxırdılar sənə? Neçə vaxt idi oradaydın sən? Bəli, o Nabat xanım... Fevraldan getmişdin. Mən birinci nətər oldu, yəni ki, evdə bir söhbət oldu, yəni ki, telefonlar almışdım. İndi nə bilim... İndi ona gələcəm. Qulaq az, sualıma cavab ver. Sənə necə baxdılar yad evdə? Hə, yaşadığım evdə.
Yəni pis baxmadılar. Mən yəni orada kiraya qalırdım. Aydındır. Və sən Süleymana evdən qaçanda fevral ayında Süleymana zəng eləmsən. Hə? Kimdənsə demişsən ki, zəng elə. Olub bu hal? Yox, nə bilim, o lap çoxdan onu yaşayıb. Bu il fevralda itəndə. Yox, hələ ki, mən ona zəng eləməmişim. Yəni o yalan ifadə veriblər ona. Yəni o barədə bilməmişəm. Sən evdən niyə qaçmışdın bu Ruslanın əlinə? Döymüşdü mü səni? Yox, ondan qabaq döymüşdü. O da ki, nə üstündə oldu? O da telefonlar aldım. Birini uşaq üçün aldım. Birini də ki, özüm üçün aldım. Bəs qulaq as. Süleyman üçün telefon götürmürsənmi kreditə? Kreditə götürdüm. Bir dənə özüm üçün götürmüşdüm. Bir dənə uşaq üçün. Süleymana? Buna getdim aldım. Sən ondan ayrılmışsan, ona telefonu niyə götürürdün? Yox, bu dedi ki, mən kreditlərini ödəyəcəm dedi. Yox, ödəyəcəm dedi. Sən niyə? Bir dəqiqə, Amil mən. Məsud, mənə almısan telefonu, yoxsa oğlu almısan? Yox, birini uşaq üçün almışdım, birini özüm üçün. Nə yaxşıdır sənin telefon veriblər? Nə qədər? Yox, mən öz... Bizim az qalan nəsil və nəslimizin nömrəsini istəyirlər. Nə yaxşı sənə belə? Mən Rusiyada olan vaxtda, Amil mənim, bir dəqiqə deyəm, mən Rusiyada olmuşam, bu gidib Məsumə həmin telefon yerinə. Heç mən tanımıram. Bir dəqiqə gözlə. Bu telefonu sənə verəndə pensiya kartından verdilər. Hə, pensiya kartından. Rahat iki telefon ikisini də verdilər. Yox, yəni mən kreditlə götürdüm, şeylədim. Amil mənəm. Bir dəqiqə dayandı, qoy danışaq. Telefonları götürdün, dedi ki, kreditini ödəyəcəm. Bizimki kreditini ödəyəcəm, indi nasılsa bir dəqiqə yığılıb qalıb, 500 manat yığılıb qalıb, ödəyə bilmirəm. İndi bir bank adı çəkəcəm, eyb yox, qoy qalsın. Əslində bu olmuş bir məsələdir. Deməli, biri Kapital Bankdan kredit götürüb. Kapitaldır yoxsa yox, özəl banklardan biridir, Banko Bakkudan deyəsən, olmuş bir hadisədir. Krediti götürüb, pulu çox ödəyib, onun orada bir 150 manat pulu qalıb. O da prosedurda, indi 2 ay, 3 ay çəkir ki, vətəndaşa geri qaytarsınlar. Bu hər gün zəng gelib banka, bank deyib ki, narahat olmayın, ödəniləcək. Götürüb sonra yığıb Kapital Bankı. Deyib ki, bəs filan bankın mənə borcu var, ödəmir. Onlar deyib, qardaş, sən bizi niyə yığmısan? Yığ həmin bankada. Deyib, nətər olun, mənim sizə borcum olanda əmimi yığırsınız, daimi yığırsınız. Abi mənəm. Bibimi yığırsınız. Mən də deyiz yığmışam ki, gedin onlara deyin ki, mənim kreditimi pulmunu versinlər. Abi mənəm, ola bilər. Görsən, IQ səviyyəyə baxırsan, valla. Möhtəşəm, kim atıb o addımı? Abi mənəm, ola bilər. Demdən bir dəqiqə, qoy. Danışmaq olmaz. İndi bal yığmalıdırlar söhbətə. Nə danışırsan ki, bu şirinliyin ləğv eləməlidirlər. İndi sən siyasətdən gəlmişsən. İndi hələ haqq hesab bu deyil. Hə, bəli abi. Deməli, məsələ bundan ibarətdir ki, bunlar ailəm dəyib bir-birinə. İndi Məsumə gör nə eləyib? Məsumə deyir ki, mən Ruslanla barışmaq istəyirəm. Öz həyat yoldaşına. Birinci, abi mənəm, birinci sizə çox sağ ol. Sən də sağ, gözlə qoy özü desin, Məsumə sənsən. Və bunlar da danışıqlar olub. İndi barışıq olmalı da olmalı deyil. Hə, de-hı. Kim nə istəyir ona da barışsın. Hansı istəyir barış? Yox, ondan ayrılıb qutarıb, o uşağa görə gəlib, onun adiyyəti yoxdur. Barışmalıdır mı? Yenə döyülmə olmayacaq mı? Yenə səni təhqir eləməyəcək. Bir dəqiqə. Təhqir eləməyəcək Ruslan, yenə döyməyəcək, yenə evdən qaçmayacaqsan. Yəni, mən öz sözümü demək istəyirəm. Yəni, bu canlı studiyadır. Bəli, canlı studiyada hamımızda burada oturmuşuq. Neçə milyon əhalinin arasında bir çıxış edirik də. Yəni, mən şey deyirəm, yəni o barədə şey deyirəm, barışıram ki... Nə şey edirsən? Yəni, o barədə barışsınız istəyirəm sözümə görə. Yəni, o barədə barışıram ki, yəni ki, o mən demişəm də, hər şey yoluna qoymuşam. Demişəm ki, ya mən dögülməyəcəm, sögülməyəcəm. O da söz verir. Əgər mən dögülsəm, sögülsəm... Amma o bizə söz verməlidir, ha. Biz Amil mən, biz də bunu deyirəm. Bizə söz verməlidir o. Hə, bağışlayın, üzr istəyirəm sözümə görə. Bir də onu deyirəm, əgər mən dögülsəm də, sögülsəm də, evdən qaçsam da, o bura gəlsə də, desə ki, Məsumə qaçıb, yəni mənə təqsirkar görməyəcək, yəni mən qaçmayacağım, yəni... Qaçmasan, bura qaç da, bura qaç, valla, qaç gəlir, pişikliyinə heç öz evindən, öz yurdundan, öz ocağından qaçmaz, yəni indi pis oğlan da gelir, indi nə bilim, həyatda da nə bilim, indi qohumdur mənə arxalandı. Yəni, rahatsan da konkret barışmalı. Hə, indi onu da nə bilim, beynini doldururlar, bəzi səbəblərə şey deyirlər, amma ki, mən nə bilim, yenə də özündən də soruşun ki, söz versin ki, mən onu da... Deyək, buyurun, kişilər, Tanrı müəllim, Feyman müəllim, Ruslan müəllim. Dəqiq dolaşmayacağım, şey eləməyəcəm, yəni ki, indi pis insan deyil, yəni hər şeyi yoluna qoyandır. Ruslanla barışmaq istəyən deyəndə hamı mənə baxır. Söhbət başqa Ruslanla gedir. İndi adaşım məsələ ilə bağlı yəqin öz fikrini bildirəsə, mən bildirmək istəyirəm ki, demək istəyirəm ki, hər bir halda barışıq varsa, məncə bu müsbət bir addımdır. Və tərəflər əgər barışıq üçün addım atırlarsa, digər tərəfdə onu qiymətləndirməlidir və bu addımın məsuliyyətini hiss eləməlidir. Döyməməlidir. Nəinki döyməməlidir, daha indi bayaq yoldaşlarımız dedilər ki, hamısı Fərağət Smirna durdu orada. Mən hesab edirəm ki, bu hörmət
münasibətidir də. Yəni kişinin qadın içəri girəndə ayağa qalxırsa ona hörmət edir, ondan qorxmur, ona hörmət edir. Siz qəhrəmanları gəldi. Xanım da ki, ola bilsin ki, özünü daha həmişə yaxşı tərəfdən göstəribdir, yəni yaxşı xanım olubdur. Ona görə də hər iki bəylər ayağa qalxdı, o hörmət mənasıdır. İndi məsələ nədir? Verəcəm söz, tələsməyin. Yəni, biz deyirik ki, bu Süleymanlıq deyil bu məsələ çıxıb. Ruslan bu adamı döyüb, bu qadını döyüb və bu hallar təkrarlanıb. Kim zəmanət verir ki, bu hallar yenə də olmayacaq? Hə, Tağım Bəs onu deməyə çalışıram ki, bu qadın, tamam üzr istəyirəm, siz deyəcəksiniz, 5-6 aydan bir elə bir etap gedir. Bunu göndərirlər, gedir. Bir aylıq o yana getdi, təzədən bunu götürüb Amil müəllim gəlir. Amil müəllim bilmir indi bura aparıcıdır, yoxsa Interpolun əməkdaşıdır, bilinmir. Yəni nə vaxta qədər Amil müəllim bu gedəcək, etap gedəcək, Amil müəllim gedib tutub gətirəcək. Mənim sualım Ruslanadır. Ay Ruslan. Konkret olan bir nəticə olmalıdır. O qadın neynir ki, onu vurursan? Düzdür, sən səmimi Amma olasın. səbəbini denən mənə, qoy bilim. Ağzın burnunda patlatmışları indi özünə gəlib. Yox idi, üstlərinə gəldi, ağzın burnuna yara idi. Kim vurmuşdu səni, heç soruşmadım onda. Yıxılmışdınsa mənim... Bütün döylənlər hamısı yıxılır, bilmirsən? Sən yıxılmışdın bir Camalxan. Amin mənim birinci sizi salamlayıram, ekspertləri salamlayıram. Düzdür, mənim xalam qızıdır. Mən çox ona görə zülümlərdən keçmişəm. Niyə döyürdün o, nəyin üstü? Döyürdüm deyəndə ki, adi telefon. Süleyman kimdir? Onunla gedib telefon alıb. Kimdir o? Mən şəxsiyyətimi sıxışdım. Yaxşı, bir dəfə Süleymana görə... Bir dəfə Süleymana görə vurmuşsan, o birisi nəyə görə vurmuşsan? Mən kiməmsin, sən gidib mən uşaqım. Ay qardaş, qoy bir dənə suallarımı vereyim, ondan sonra Süleyman da o birisi. Süleyman, bilirsən Süleyman. Yaxşı, qulaq as, bir dəfə Süleymana görə döydüm, bəs o birisi dəfə nəyə görə döymüş? Mən deyirəm, mən bir şey açıram. Süleyman o telefonu alandan sonra o qadını anlatıb, evini aparıb, bir Adam deyir Süleyman da uşaq Süleyman'da. Süleyman ondan istifadə edir. Yəni ancaq Süleymana görə döyüb də belə, başqa şey görə döyüb. Yox, bir dəqiqə dayan. Çay soyuq gətirdi, apartarı yumadı. Uşağı var, bir dəqiqə. Deyir Süleyman'dan nə olsun övladı var. Amma bu arada deyir ki, mütəmadi əlaqə saxlamalıdır. Ruslan, sən hələ səbirli adamsan. Eşitirsən, qutar da Süleyman'dan. Bundan sonra Süleyman... Ay balam, Süleyman yoxdur da. Mən ona tüpürmüşəm, mən ona heç nə barışmıram. Tüpürmüsən Süleymana? Ay belə tüpürmək olar. Məhcəyə. Ay məsələ, o səni anlatıb, anası barədə evinə aparıb yoxsa yox? Kiraya çıxsam da mən yəni... Məsələ, qolaq az, o səni anlatıb evinə aparıb yoxsa yox? Düzün deyən. Yəni düzün deyən. O aparıb düzün. Aparıb, bura bax, birinci qələt edib aparıb o. Sən niyə getmirsən? Məsumə, bir dəqiqə, hamımızdan özür istəyirəm. Mən Rusiyadan gələndə, sənin xəbərin var idi ki, mən Rusiyadan gəlmişəm. Xəbərin yox idi. Mən oğlu gəldim Arzugildə idi, telefonla danışanda, sən mənim başıma evində nə inirdin? Mən Rusiyadaydım. Məndən ayrılmışsan. Mən sənə demişəm, buna da demişəm ki, mənim bir dənə yalnız nəsilmi oğlum narahatlayıb bilər. Sənin mənim nəsilmə aidətin yoxdur. Mən sənin 2017-ci ildən üstümə xətt çəkmişəm. Sənə hörmətim bir dənə oğluma görədir. Hər nəsən özümə görəsən, amma mənim uşağıma anasınsan. Onun qarışı biz evdə... Mənim uşağımın üstündə sən adın var. O bir. İkincisi, mən bacımın önünə gəlmişsən. Bacımın önünə gəlmişsən. Nəyə? Nə səbəbə? Nə səbəbə? Yaxşı, Ruslan, sən mənim bacımın önünə nəyə gitmişsən? Bu səbəb. İkinci, mənim, sən bilirsən, mən buna düşmanam, bıçaqlamışam. Niyə mənim oğlumu bu önünə aparmışsan? Niyə mənim oğlumla gidib bunu çıxartmışsan? Oradakilər nə əcazı? Mənim oğluma bax bunu bıraxıb. Mənim ələ getdi. Bir dəqiqə dalbadan suallar verməyin, yazıq qızansı birini çatdırsın. Ruslanın qarışı mənimdən çıxartmışsın. Məsumə, bacımın evindəydin. Getdim oğluna, oğlu gəldi ki, ata, mamam şeydən qıtalıb, Ruslandan qıtalıb, mənə görə gedər mamanın yanına. Gitmək istəyirəm, mama da qalaq, bir yerdə qalaq. Gəldim Qubaya qaldığın kirəyə, yoxsan. Oğlu deyir ki, mama bir gün bibigilə gələcəm, mənə pul verməlidir. Pul getirəcəm mən ki. Gəldim səni harada gördüm? Suzana bunu... Yox, deyək, Suzana adı gitməylə burada, Suzana çəkmə. Oğluna mən Qubadan gəldim, səni harada gördüm? Suzana bunu çıxarmışdı, nədə adı? Mən də Qardaş, dalbadan sual verdin, o sualların heç birini o yadında saxlamadı. Deyirəm ki, mən də indi sənə sual verərəm ki, mən oğluna... Suzana işləri tutturmuşdu. Suzana... Hər dəfə xəstəxanaya yatdırmaq istəyirəm. Məsumə, bir dəqiqə otur, otur. Çək ya.
Birinci, əgər sən yaxşı kişi olsaydın, uşağımı öldürüb onu ıslatmazsa. Eşitdin? Deyəm bir dəqiqə. Yaxşı kişi olsaydı uşağımı öldürüb o qadını ıslatmazsa. Buna bax. Kim öldürüb uşağı? Uşağımı öldürüb onu ıslatır. 2013-cü ilin iyul ayının 8-i uşaq rəhmətə gidib, indiki bir tarix yadımdadır. Uşaq polisin vasitəsilə morğa girib, morğda uşaq yanılıb, ekskizsizlə rəq olunub. Niyə öldürmüsən deyir? Ala bu deyir də bu. Abi mənə bir dəfə, yəni canlı sonra. Bunu bir də dəqiqlər üzünü araşdırın. Bunun neçə dənə uğurluqlarını mən açmışam. Neçə dənə bunu uğurluqlarını mən açmışam. Sizə xəstə kişi gəlirdi Kasten'da. Onun nə qədər pulun yiyib? Mən yemişəm. Bəli, sən yemişsən, gülüntüləri var. Bu bir. İkincisi, Məsumə, Bakıya gəldin Seyəzəndən. Bakıya gələndə avtovazlara düşdün. Sənin Naxçıvan kafəsindən apardı zapravkalar tərəfə. Nə dedi sənə? Gəldin mənə dedin ki, mənə yüqrətət ki, mənə hədə qorxu gələt ki, erişəm. Mənə Barış efirdə. Barışmışsın, səndən psonu qısasını çıxacam. Məsumə demiş. Məsumə deyim, Məsumə də bu ayaq yoluna keçək. Mənə xəbər dedi. Ki, mənə belə dedi ki, efirdə mənə Barış. Niyə dünən üstəgin dilənmirsən Bakıda? Süleyman! Mənə hədə qorxusundan Bir dəqiqə. Mən ki, heç nə deyirəm. Allah rəza. Bəli, qaçmasına dilənib. Bakıda dilənib. İddia gəldi ki, Ruslan diləndirir Məsuməni. Bax, indi yazıblar Instagramdan Amir Xəlil Yaxşı, Xaloğlu idi. 2010-cu ildə mən sənə ailə qurmuşam. Xaloğlu harada idi? Niyə sahib durmurdular sənə? Niyə durmurdular? Sənə apardım, əməliyyatı bülətdim. Niyə onda Xaloğlu gəlmədi? Xala qızı gəlmədi. Deyirsə, Rusla, Suzana. Suzana anası sənə pislik eləyib, sənə baxıb. Sənə ana öyrədi, sənə ana yerdən kim götürür? Yox, sənə ana yerdən kim götürür? Suzana anası. Mənə məxsusdur. Suzana anası. Mən bir olub, mən xəstəxanaya, dərixanaya saldırmaq istəyirdim. Mən evlərimdən almaq istəyirdim. Kim salmaq istəyirdi? Əli Suzana özü. Sənin dərixanaya saldırmaq var, neçə dəfələrlə mənə deyib ki, Fuad xəttə eşitəsənsə, mən Fuad qoşul xəttə, aynı neçəsi idi, yalan deyərəm, ikisi idi, biri idi. Gecə gəldim də buranın yolunda sən oturduq. Ruslan nə durdu? Fuad. Dedi, o insan ölüm bəlkə tüpürmüşəm, mənim həyatıma qeydməyəcəm. Qeydsə anamı görüb belə olsun, nəsini bir... Yaxşı, deyərsən dilindən çıxar. Ay Ruslan, dilləndirmirsən mi sən bu məsələ? Bəli, araşdırın, baxın. Yazırlar mənə, neçənci adam yazır ki... Amir mənə. Düzündür, dilənmirsən. Amir mənə. Bəli, metronun qabağında, əlimdən metrosuna qabağında, Naxçıvan kafesinin yanından düz ki, kurulacam. Allah şükür, Bakıda da Naxçıvan kafesi içdik. Amir mənə. Amir mənə açıqlasın deyəm. Uzatma, diləndirmirsən yoxsa yox? Onu mən diləndirməmişim. Amma ki, araşdırır. Diləndirməyim, yalan deyir, yalan ifadə. Yəni, bu deyir uşağı interneta. Bu kişi, mən saxlaydım o uşağı. Mənsibənin uşağı mən deyil. Daha ağrıya saxlam. Bir gecə imkan bər. Uşağlanmaq o da deyilən, ne ki imkan bər. Bu adam, bir, sizə ekspert, ayağımıza qal. Bir ata. Anası yandan uşağı götür aparır. Qubanın bazarında diləndirib, internetə axsan gedib bu uşağı. Nə yaxını gidib? Qonşulara baxdım, mən yazmışam. Yəni bir də bunu, bir də diqqətlə. Qonşulara axtarım, mən çəkdirmişəm. Bir də, bir imkan var. 2011-dən. Onda mən çıxım da, onda mən çıxım bu imkan. Bir də bunu baxız görünə. Bu ailə qətilib biləndir mən. Sən bilənsən, sənə oğlun var ha, qardaşı saxlayıb özü. Qardaşı, oğluna heç sahib durmayıb. Tüqünü də içə gezədir, oğlun sən yandıdır. Oğlun sən yandıqamır, oğlun qalır qardaşı övündə. Mən də içirəm, sahi kimi, bir də sahi kimi aparır. Mən oğluma təsir vermişəm. Təsir vermişəm. Durub, bu təqdirlə mənim nə oğlum da bu da son, nə artıq zamanı. Sənə oğlu yanımda dedim,
Üzmə ki, sən oğlu üçün belə dedi. Mən oğlumu heç kim öldürə bilməz, mən oğlumun nə günahı var? Deyib üzmə də, dedi ki, ya demişəm. O ikimizin arasında olan problem deyib ki... Yox, sənə Ruslan dedi ki, ya demişəm. Oğlum, psironda xudata girməyəcək. Mən dedim, o xudata girməyəcək, mənə neyim lazım? Yəni, uşağın xudata günahı yoxdur. Bax, bunu... Uşağı bura ortalığa qatmır. Niyə, xaloğlu ilə əvvəldən haradaydı? Uşağın günahı yoxdur. Amir mənim, haradaydı? Sakit, mikrofonu qoy yerə. Mən belə başa düşürəm ki, elə burada çox işi qarışdıran bu məhsumədir. Mən heç bir şey qarışdırmıram. Demədən attığın addımlara görə, buyurun Tağ müəllim, demədən atılan addımlara görə. Mən heç bir şeyi qarışdırmıram. Mən bir dənə söz deyim. Deyiləm, Amil müəllim. Burada oturan bu Süleyman ki var, danışır. Bu Süleymandan başqa bu nə Məsuməyə inanıram, nə də ki o birisi Ruslana inanıram. Süleymanın bədən dili və səs tonu onun dediyinin böyük əksəriyyətinin doğru olduğunu deyir. Süleymanın? Bəli, bəli. Mənə görə o adam düz danışır. Aman Allah. Bəs Ruslan? Ruslan yox, Ruslan yalan. Ruslan görə ki, içidir. Bütün günü içib gəlib qıza dügür. Bax, sən mikrofonu baxma, mən burada deyirəm. O şey qoy qırağa. Qulaq as. Məsumədə yalan danışır. Çox şeyləri. Ruslan da yalan danışır. Yox, xeyr, mən yalan danışmıram. O yanır o bədbəxt. Bu yanır orada, bilmir. Mən heç bir şeydən yalan danışmıram. Çünki o bayaqları uşaq söhbəti onda dedi ki, onun uşağı uşaq evinə o qoymayıb. Mən qoymuşam. Yəni öz əleyhinə də olsa danışıram. Mənsumə, sən Süleymandan ayrılmışdın, düzdür? Bəli. Sən niyə görə Süleymanın sözü Ruslana, Ruslanın sözü Süleymana deyirdin? Arada... Yox, mən heç bir söz deməydim. Heç kimə heç bir söz Nətər deməmişdin? Ruslan da etiraf edir ki, Süleymanın sözün gəldin mənə dedin. Süleyman da deyir ki, bəli, Ruslanın sözün gəldin mənə dedin. Yox, mən bir dəfə o dedim ki, gəl niyə qan davasına gətirib çıxarmaq istəyirsən? Mən demişəm, dünən də demişəm, dünən də bax, parkda dedim bunlara ki... Dedim, uşağı aparmına, yəni düz gəlmir. Heç nə aça bilməyəcəksən, sən belə deyəcəm, bu insan. Bilən səbirli. Dedim, mən açacağım, sən o qızı üqrətib gətirsən bura. Telefonla danışıqlarına gəlmişəm. Xaloğlu idin, əvvəldən çıxaydın onu. Bir dəqiqə, səbirli. Səbirli Allah, buyurun Süleyman. Bir dəqiqə. Yəni mən... Önə görə, bir də pensiyasına görə bu istəyir. Pensiyasına görə, pensiya deyil. Hədir, pensiya alır, işləmir axı. Bu işləmir. Ruslan, yaxşı o nə sözdür ki, əgər sən bu qadını sevirsənsə, bu qadına xalan qızıdırsa, böyük məhəbbətin varsa, onun övladına qəsd eləmək, onun övladını istəməmək, bu nə deməkdir? Yəni bu kişiyə nə dərəcədə yaraşa bilər o? Anası şirindir, balası sərsin acıdır. Yox. Və o nə söz işlədirsən? Ona görə ki, mənim... Qardaş, onun ona görəşisi yoxdur. Deyirəm, mənim bir sənətəli uşağı şahmat eləyib, oyun fırlatıb, ona sataşmasın. Sataşmasın. Söhbəti fırlatma. Ruslan, deyirəm ki, o nə sözü deyirsən ki, Mənsumə, sənin uşağına qəsd eləyəcəm, sən mənə şirinsən, sən uşağı mənə bizdir. Niyə? Uşağın atası Süleyman da ona görə, amma onun qarnından çıxıb axır. Yox, ona bir şey olsa eləyəcəm. Ona qadına bir şey olsa, o olacaq. O qadın başına bir də tük əksik olsa, Allah'ın olsun, tük əksik. O qadın sənə şirindirsə, o qadın sənə şirin, balası da sənə şirin olur. Bugün bizim sığınacaqda qalacaq. Və bunlar telefonla biz bir daha xatırladırıq. Qoy mikrofonu hələlik yerə. Mikrofonu qoy yerə. Olmaz, qoy mikrofonu yerə hələlik. Əslində Siyazərlə tapılmışdı, yenə deyirik. Biz dedik Ruslandır, onun yoldaşı danışsınlar, telefondan da danışıqlar olub. Amma mən belə başa düşürəm ki, biz məhsuməni sığınacağımızda saxlayacaq bu günlük. Amma bəzi məsələlər var. Artıq hüquq mühafizə orqanlarından, Şimal regional qrupundan məlumat gəlib mənə. Açıqladığınız nə məsələ idisə, indi biraz aləm dədir bir-birinə. Amma bir baxaq görə nə məsələdir. Nə məsələdir, ondan sonra həm də burada açılan məsələlərlə bağlı. Mən bildirim ki, bir dəqiqə səbirli ol, yox, bir dəqiqə səbirli ol. Zahir doktor deyim ki, Lənkəranda olacaq ayın 14-ü. Zahir doktor, amma həftə içi hər gün Kəpəz Hospitalda fəaliyyət göstərir, əziz tamaşaçılarımız. Biz nömrələri ekranda təqdim edirik, amma yaza bilməyənlər təbii ki, bizim WhatsApp nömrəmizə yazırlar. Alqoloqda, ağrı həkimində, ağrı hissi keçirən hər kəs, ola bilər qol ağrısı, sinə ağrısı, baş ağrısı, migren ağrıları, diz ağrıları və s. Bu ağrılar uzun müddət gedir, adamı incidir. Ağrı da elə bir şeydir ki, adam bütün əhval-ruhiyyəsini alır. Bir balaca bir yerin ağrısın, bilirəm sizin heç bir yeriniz ağrılmır, ona görə bu cümləm sizə çatmadı, amma belə normalda insanlarda ağrılar olur ki, bu ağrılar adamın bütün əhvalını öldürür. Durursan çiyində ağrı. Maşallah da, yəni sizin bir yeriniz ağrımır. Allah'a şükür ki, və mən ekspertlərindən razıyam ki, onlar ağrı hissi keçirmir. Yazıq İlhamə xanım, gəlir onu bir yeri ağrıyır, aparıram, göndərirəm. Şeyx Əbdül, hər verilişə gəlinir, Zahir doktorun yanına göndərirəm. Salamlayıram buradan. Amma Əziz Cənub bölgəsinə də deyirik ki, ayın 14-ü şənbə günü doktorumuz olacaq Lənkəranda. Amma indidən nə etməlidirlər?
zəng edib qeydiyyatdan keçməlidirlər ki, rahat formada qoy gedib qəbula yazılsınlar. Bakıda Kəpəz hospitaldadır, zəng edin və yaxud da birbaşa gedin Kəpəzə, deyin ki, mən Zahir doktorun yanına gəlmişəm, ağrı həkimdir, alqologdur. İstənilən ağrı, 20 il, 30 ilin ağrıları, hətta deyərdim, mütləq onkoloji də bəli daxil, onkolojiya özdə indirim deyirlər, təşəkkür edirik. Tağı Hüseynov Azər Hüquq Mərkəzidir, hüquqi xidmətlər. Kimlər müraciət eləsin, qoy özü desin Tağı müəllim. Qəbul da yay boyu ödənişsizdir, ta ki stop deyənə kimi. Buyurun, yəni qəbul ödənişsizdir. Yetkinlik yaşına çatan bütün şəxslər müraciət elə bilər və bütün mövzularda cinayət, inzibati və yaxud da ki, mülki işlər üzrə biz peşəkar vəkillərlə işləyirik bizim komandamızda. Onu da sizə qeyd edeyim ki, 2026-cı ilə qədər, həmən hər bir ilişdə bunu deyirəm, vaxtı var. Kimin qeyri-yaşayış sahəsi varsa Bakı şəhərində sənədsiz obyektlər, yəni istər... Kaş mənim də olardı, sizə müraciət eləyərdim. İnşallah, vaxtında demişdim, məsləhətlərə qulaq asmadınız da. Hə, yəni evlərlə bağlı müraciət eləməsinlər, qoy deyim, söhbət Bakı şəhərinə gedir. Evlə bağlı Bakıdan başqa istənilən yerdə sənədləşmə işi əgər sənədsizdirsə mümkündür, amma hələ ki Bakıda eləmirlər onu. Amma qeyri-yaşayış sahə, yəni obyektlər, mağazalar, restoranlar və digər yaşayış obyektlərin hamısını sənədləşdirmə imkanımız var. Və eləcə də qeydiyyatı olmayan şəxslər var ki, hansı ki, şəxsiyyət vəsiqələri etibarsızdır. Onu da bir iş gün ərzində biz qeydiyyata salırıq, daimi qeydiyyata. 055 ilə 727 50-55-70 hamısı elimdən. 50-55-70 727 37-37 Azər Hüquq Mərkəzinin nömrəsidir. Bir daha xüsusi olaraq deyim ki, bölgədə yaşayırsınız. Balakəndə, Zaqatalada... Onlar onlayn qəbula yazıla bilərlər və görüntülü təbii ki, Tağı müəllimdən danışırsınız, Tağı müəllim şəxsən özü qəbul edir. Aydındır. Bir kəlmə. Bugün mənim nəvəmin də ad günüdür axı. Şəkil sabah verəcəm, siz təbrik edin. Muhammedin ad günüdür. Muhammed zaten bu həftə artıq Azərbaycandan gedir. Bilirsiniz ki, onlar Almaniyada yaşayırlar. Bu həftə gedir. Və mən buradan nəvəmi təbrik eləyirəm. Və mənim tək yeganə oğlan nəvəm Muhammeddir. Allah sağ olsun. Təbrik edirəm. Atalan alı böyüsün, atasının anasının fəxri olsun. Təbriklərə qoşuluram. Çox şirin baladır, amma belə diridir maşallah. Allah kömək olsun. 070 ilə 653-68-69 da bizim qaynaq xəttimizdir. Səadət xanım, təbrik edin, narahat olmayın. Təbrik edirəm, siz danışırdınız. Eyvə, buyurun, kimi təbrik edirsiniz Səadət xanım, kimi? Uşaq var, nəsə nəvəsi. Kimin uşağıdır o? Fatimə xanımın. Fatimə xanımın, təşəkkür edirəm. Siz nə deyərdiniz Səadət xanım? Ara vura bilməzsən. Eşq olsun. 070-653-48-69 həm Hamidin ölümü, həm Muradın ölümü, həm də ki bizdə olan Talehin ölümü ilə bağlı 3 xəbərim var. Çox mühüm xəbərim var, əsasda Taleh və Hamidlə bağlı olacaq sözün düzü. Nələr baş verir? Daxili İşlər Nazirliyindən gələ açıqlamanı da verəcəm. Salamat qalın, sabahədək.